Salam müəllimlər, hər vaxtınız xeyirli olsun. Salam, hər vaxtınız Salam xeyir olsun. Salam, hər vaxtınız xeyir. Hər vaxtınız Salam, xeyirli hər vaxtınız olsun, xeyir. dəyərli müəllimlər. Salam. Belə, başlayaq müəllimlər dərsə. Deməli, bu gün bizim ilk dərsimizdir. Yanvar qrupunda direktorlar müsahibəsinə hazırlaşan müəllimlər üçün. İlk öncə onların hər birini təbrik edirəm. Uğurlar arzu edirəm. Bu qrup yenidir. Sınaq dərsim oldu. Bu gün isə artıq ilk ödənişli qrupda ilk dərsimizdir. Linki paylaşmışam, statusda da, ödənişsiz qruplarda da paylaşmışam ki, hər zaman olduğu kimi ilk dərsi paylaşıram ki, digər müəllimlər də faydalansın. Çünki qrupa daxil olmaq istəyən müəllimlər çoxdur. İlk dərsi izləmək istəyirlər. Buyurun, izləyə bilərsiniz. Deməli müəllimlər, bu qrup hələ ki 2 aylıq açıram bu qrupu. Ola bilsin ki, imtahan tez olsun, fevralın əvvəli olsun. Onda biz sürətlənmiş rejimə keçəcəyik. Amma hələ ki həftədə 2 dəfə üçün qrup açmışam. 2 ay davam edəcək. Tez olsa həftədə 4 dəfə, 5 dəfə deməli dərslərimizə başlayacağıq. Belə müəllimlər, deməli bir şeyi nəzərinizə çatdırmaq istəyirəm ki, qrupa daxil olanlara, ödənişli qruplara daxil olanlara bu kitabı poçtla ödənişsiz göndərirəm. Bu gün bir 10-a yaxın müəllimə bu kitabı göndərmişəm, yəni sifariş vermişəm. İndi sizə yazacaqlar. Bu kitabımı qrupa daxil olmayanlar isə onlar da əldə edə bilərlər. Bunun üçün şəxsimə yazın 055 279 21 27. Burada məcəllədir, qanundur. Yəni təhsil qanunvericiliyinə aid testlər deyirəm, mövzular var. Yəni keçdiyim bütün mövzular bu vəsaitdədir. Qrupa daxil olanlara bu kitabı ödənişsiz göndərirəm. Çünki zaten keçdiyim mövzulardır da bir də PDF-dən oxumayacaqsınız, elə kitabın özündən oxumağınız daha rahatdır. Həm də lazım olan hissələri qırmızı ilə işarə eləmişəm. Qrupa daxil olmayanlar da sifariş verə bilər. Şəxsimə yaza bilərsiniz. Bu belə müəllimlər. İndi keçək dərsimizə. Bir də saytım haqqında da məlumat verim. Dəqiqə. Qrupa yeni gələnləri qəbul edək. Sonra saytımdan da faydalana bilərsiniz. Orada da yenə mövzular, video izahlar, hər bir şey var. Həm kurikuluma aid, həm müsahibə dərslərinə aid, həm məcəlləyə aid, həm də təhsil qanunvericiliyinə aid. Saytı deməli statuslarda paylaşmışam, ödənişli qruplarda da. Burada da qoy görüm açılsa. Dəqiqə. Aha, bu da mənim saytımdır. Bu saytda da abunə olub siz faydalana bilərsiniz. Müəllimə xahiş edirəm, mikrofonları bağlayaq. Çox xahiş edirəm, görüntüyə, mikrofona nəzarət edək. Dərsə mane olanlara formalaşdıracağım. Yəni üzrlü sayın. Çox xahiş edirəm, mane olmayaq. Belə bir saytdır. Belə başlayaq. Kim hazırdır? Mövzunu vermişdim. Təhsil haqqında qanun, ümumi təhsil haqqında qanun, sonra əmək məcəlləsində olan yeniliklər. Bəzi yenilikləri bu gün dərsdə də vurğulayacağam. Tərəfindən artıq təsdiqlənib o yeniliklər, onlara toxunacağıq. Mövzu olaraq təhsil haqqında qanun, ümumi təhsil haqqında qanunu vermişəm. Bir də situativ suallar göndərmişdim. Görək kim hazırdır. Çox xahiş edirəm, dəyərli müəllimlər, mikrofona, bir də görüntüyə nəzarət edin. Çünki dərs YouTube kanalında paylaşılacaq. Dərsə mane olmayaq. İndi biz uşaq deyilik də müəllimlər, çox xahiş edirəm. Dərsə mane olmayaq. Nuranə müəllimə, buyurun, açın mikrofonu, zəhmət olmasa. Salam, axşamınız xeyir olsun. Axşamınız xeyirli olsun. Necəsiz Nuranə müəllimə? Sağ olun, yaxşı olasınız. Aha, lap yaxşı. Başlayaq Nuranə müəllimə. Dəqiqə mən də PDF-ləri açacağam. Başlayaq mı? Başlayaq. Aha. Nuranə müəllimə, birinci təhsil haqqında qanundan başlayacağam. Bir rahat bir ortamda olun, zəhmət olmasa, səs-küy olmasın. Burada vacib olan hissələri edəcəm. İndi hal-hazırda məktəblərdən İltizadə adına məntiq olimpiyadasına qeydiyyat başlayıb. Neçənci illər əhatə edir? Neçənci illər əhatə edir məntiq olimpiyadası? 5-ci sinif. 5, 6, 7. Xeyr, 5, 6, 7 yox müəllimlər, ancaq 5-ci sinifi. 6-7-də fən müsabiqələri olur, qarışdırmayın. Deməli 5-ci sinifdə
Deməli, Lütfüzadə adına məntiq olimpiyadasıdır. 6-7-ci sinifdə fən müsabiqəsidir. 8, 9, 10, 11-ci siniflərdə isə fən olimpiyadasıdır. Olimpiyadalar keçirilir. Bu 6-7-də nə idi müəllim? fən müsabiqəsi. Riyaziyyat, riyaziyyat, təbiət fənni, bir də informatika 6-cı sinifdə verilir. Riyaziyyat, fizika, kimya isə verilir 7-ci sinifdə fən müsabiqələri. Nuranə müəllimə, bu fən olimpiyadasının, fən müsabiqəsinin qalib olmağının üstünlüyü nədir? Uşaqlara hansı üstünlükləri var? Hansı üstünlüyü var? Nə sorulur? Hə? Hansı üstünlüyü var müəllimə? Fən olimpiyadasının üstünlüyü odur ki, ancaq buraxılış imtahanında iştirak edir. Blok imtahanında iştirak etmədən müsabiqədə iştirak edə bilir. Bu fənni üzrə yer seçə bilir. Bəli, bilirsiniz, Öz fənni yəni üzrə. birbaşa artıq ixtisas seçiminə gedir. Fən Bəli. Amma beynəlxalqda əgər iştirak edirsə, istədiyi fənni seçə bilər, ixtisas istədiyi üzrə universitet seçə bilər də, yəni. bəli, məsələn uşaq gedib, Məsələn, fizikadan qoşulubsa da həkimliyə verə bilər də müəllimə. bəli, tamamilə doğrudur. Baxın, məsələn uşaq kimya üzrə, fizika üzrə fən olimpiyadasının qalibidirsə, o elə o fizika üzrə, kimya üzrə bir ixtisası seçə bilər. Yəni birbaşa ixtisas seçimində Bacım oğlu, yəni mənim ikinci gümüş medal aldı, seçdi. Necə? Bacım oğlu Bakı Ali Neft Məktəbinə belə daxil oldu. Fən olimpiyadasında ikinci yeri aldı, ikinci yerə çıxdı, gümüş medalla Bakı Ali Neft Məktəbində oxuyur. Yəni o Dərsiz. artıq bir də blok imtahanına getmədi də, buraxılışa amma Bəli. gedir. Həmin şagirdlər buraxılış Amma imtahanına istəsə gedə bilərdi könüllü olaraq, amma getmədi, iştirak etmədi. Bəli, balından asılı olmayaraq istədiyi fakültəni seçə bilər, amma öz ixtisasına uyğun. Amma həmin Bəli, sizin bacınızın oğlu gedib beynəlxalq səviyyəli o olimpiyadalar olur ha, dövlət səviyyəsində. Gedib orada amma iştirak eləsəydi, söhbət beynəlxalq səviyyəsində gedir. O məsələn o kenguru keçirir. How long has the baby been sleeping? How long has the baby Amma been? beynəlxalq sertifikatdan keçmiş məktəbdə oxuyurdu. Xaricdə dövlət onun şərait yaradır ki, İsveçrədə təhsil alır, magistr Əlbəttə, oxuyur. dövlət Eyni zamanda proqramı iki ilə- universitetdə təhsili davam edir. Yəni İsveçrədə oxuyur, amma başqa ölkədə də dəqiq bilmirəm hansı ölkə adı gedir. Yəni iki ölkənin diplomu veriləcək. Çünki o beynəlxalq proqramla bitirib də yəqin ki universiteti. Bəli. Beynəlxalq hansı Azərbaycanda da üstünə təmin edəcəklər. Əla. Onu deməli dövlət hesabına o xaricdə oxuyacaq. Dövlət ona çox yaxşı miqdarda yəqin ki, onun təhsil haqqını ödəyir. Məsələn 50 min, 60 min, 100 min, baxın indi hansı universitetdə oxuyur. Sonra o universiteti bitirdi. Bitirəndən sonra o həmin Azərbaycana qayıtmalıdır. Çünki dövlət hesabına oxuyub. Bəli, bəli. Qalıb orada, mütləq. qalıb orada belə milyard dollar da ona iş təklif eləsələr, o orada qala bilməz. Çünki o orada dövlət hesabına oxuyub. Elə bil ki, dövlət ona borc verib də. Sonra qayıtmalıdır. O burada öz vətəndaşlıq borcunu yerinə yetirməlidir, dövlət üçün işləməlidir. Səhv etmirəmsə 5 ildən sonra istəsək sonra ölkəni tərk edə bilər. Yaxşı müəllimə, siz indi direktorlar müsahibəsinə hazırlaşırsınız və Bəli. hələ ki müsahibənin tarixi haqqında məlumatımız yoxdur. Mən düşünürəm ki, yəqin fevraldan o tərəfə çəkməz. Çünki yəni bu qədər uzatmazlar, amma yenə də hər şey ola bilər. Biz hər bir şeyə hazır olmalıyıq. Ümumiyyətlə necə hazırlaşırsınız? Hansı rejimdə hazırlaşırsınız ki, həm qrupda Kitab hər yerdə əlimdədir, sizin kitabınız. Hara getsəm, oğlum kursa aparanda da koridorda gözləyə-gözləyə sizin kitabınızı oxuyuram. Və bir də səsiniz, Allah səsinizi həmişə var eləsin. Səsinizə qulaq asıram. Bəli, səs. Başqa heç nə. Test seçirəm, ancaq səs və bir də kitab. Bir də Mən elə çox gəlib xahiş edirəm. bilirəm və bəzən amma ləng cavab verirəm. Mənim nitqimdə elə bil. Şuuraltımda biraz problem yaranır. Nuranə müəllimə, Evet. bunu həll etmək üçün bir dənə üsul deyəcəm. Oxuduğunuzu özünüz üçün nəql eləyin. Özünüz üçün bir nağıl eləyin ki, sürətli cavab verə biləsiniz. Yəni problem sürətli cavab verməkdədir. Müsahibədə Bir də də ən böyük problem quraşdırmaq yoxdur, quraşdırmaq yoxdur. Yalan danışmağı bilmirəm deyə müəllim. heç Mən ehtiyac düzü da yoxdur. quraşdırmıram. Müsahibədə mən heç vaxt tövsiyə etmirəm ki, nəsə uydurma bir şey danışasınız. Bir dəfə bir müəllimim var idi. Dedi ki, müəllimə, məsələn mənim uğurlarım yoxdur da, amma müsahibədə desəm onsuz da onu orada necə araşdıracaqlar deyim də. Dedim, söhbət araşdırmaqdan getmir. Birincisi sizin haqqda hər bir məlumat onlarda olur. Amma bizə yalançı direktor lazım deyil də. Yəni əgər biz onu müsahibədə yalançı deyəcəyik, yalançı cümlələrlə orada ancaq özümüzü aldadarıq. Yaxşı müəllimə, getdik.
Sertifikatlaşdırma neçə ildən bir keçirilir? 4 Sertifikatlaşdırma. ildən bir keçirilir. Bəli, 5 ildən bir keçirilir. Müəllimə, bu il sentyabr ayında sertifikatlaşdırmadan hamiləliyə yox, qismən ödənişli sosial məzuniyyətdən qayıdan bir müəllim var. İyun ayında da, bu 2026-cı ilin iyun ayında da sertifikatlaşdırma olacaq. O sertifikatlaşdırmada könüllü olaraq iştirak edə bilər həmin müəllim. İyun ayında gəlib, Sentyabrda gəlib, 3 illik məzuniyyətdən qayıdıb belə deyək. Qismən ödənişli sosial. 1 il keçməlidir. 1 il keçməlidir müəllim. İyunda da hələ Ən bir azı bir il. gözləyir ki, onun 1 ili 2027-nin sentyabrında olacaq. Deməli, xeyr, o sertifikatlaşdırmada iştirak edə bilməyəcək. Ən azı 1 il Bəli, keçməlidir. əlin Bütün məzuniyyətdən qayıdan gündə qalsa icazə verməyəcəklər. Nurani müəllim, mənim qruplarımda müəllimlər olub, MİQ və sertifikasiya qrupum olur, mənim indi də var. Amma 4 aylıq çıxanda icazə verirlər ki. 4 aylığa icazə verirlər, amma şeyə icazə vermirlər, 3 illiyə icazə vermirlər. Bir şey də vurğulayım. Deməli, müəllim, mənim hal-hazırda kurikulum MİQ və sertifikasiya üçün də qrupum var. Həftədə 2 dəfə 3-cü, 5-ci gün o qrupda dərsim olur. Linki sizin qrupa da göndərəcəm. Kim istəsə faydalana bilər. Çünki müsahibədə deməli kurikulumdan da suallar verilir. Yəni onu əlavə olaraq sizin üçün göndərəcəm. Kim istəsə həftədə 2 dəfə kurikulum qrupunda da belə deyək də sual-cavabda iştirak edə bilər və ya da dərsi dinləyə bilər. Nurani müəllimə deməli, sertifikatlaşdırmadan dedik 5 ildən bir keçirilir, könüllü iştirak edə bilməz. Bəs təhsil sahəsində dövlət siyasətinin hansı prinsipləri var? Təhsil sahəsində dövlət siyasətinin hansı prinsipləri var? Humanistlik, Aha, bərabərlik, bəli. 10 dənə prinsipi əzbər bilməliyik. dünyəvilik, bəli, Saymalıyıq. inteqrasiya, liberallaşma, vəhdətlik və Fasiləsizlik, düz deyirsiniz. fasiləsizlik, Aha. başqa keyfiyyətlilik, səmərəlilik, İndi Millilik dünyası. liberallaşma, ardıcıl sadalayım. Humanistlik, demokratiklik, bərabərlilik, millilik və dünyəvilik, keyfiyyətlilik, səmərəlilik, fasiləsizlik, vəhdətlik, varislik, liberallaşma və inteqrasiya. Bu 10 dənə prinsipin adını bilin, öyrənin. Zəhmət olmasa, əgər müsahibəyə yaxşı hazırlaşmaq istəyirsinizsə, bu prinsiplərin adını bilməlisiniz. Bəs təhsilin məqsədi nədir Nurani müəllimə? Təhsilin məqsədi nədir? Təhsilin məqsədi odur ki, deməli 21-ci əsrin tələblərinə cavab verən vətəndaş yetişdirmək, Aha. uşaqları Azərbaycançılıq ideyasına sadiq olan vətənpərvər övlad vətəndaş böyütmək. Tərifləyin də Nurani müəllimə. Başlayın o həmin o bizim yetişdirəcəyimiz şagirdləri, şəxsiyyət yetişdirir, yaradıcı düşünən, vətəndaş yetişdirir. Hansı ki, vətənpərvər olsun, milli adət-ənənələrə əməl eləsin, Sadiq olsun. Dünyada inteqrasiya olsun, amma tolerant olaraq milli bəşəri dəyərlərimizi prioritet var. Yəni ilkin öncə onu qorumaq şərti ilə də milli bəşəri dəyərimizi qorumaq olsun. Baxın, müsahibə elə bir şeydir ki, avtomatik cavab verməlisiniz. Siz beyninizdə tutduğunuz bir dəqiqə, çünki mikrofonu açıqdır, mane olmayaq da dəyərli müəllimə. Deməli, siz çalışmayın kitab cümlələrindən cavab verəsiniz. Yəni bu mümkün deyil də. Görün biz nə qədər sənət keçəcəyik ki, siz o kitab cümlələri ilə onlara cavab verəsiniz. Sadə dildə və sürətli şəkildə cavab vermək üçün sizə rahat olan cavabı verin. Yaxşı müəllimə? Yəni fikirləşməyin ki, ay kitabda necə idi, məhz elə mən elə cavab verməliyəm. Xeyr. Necə bildiyim tərzdə deyim də, yəni başa düşdüyüm tərzdə deyim. Başa düşdüyünüz tərzdə sadə dildə deyin, danışıq dilində deyin. Kitab cümləsi mümkün deyil siz onu deyəsiniz. Nurani müəllimə, indi deməli indi bilmirəm 2027-dən bunu tətbiq edəcəklər, 2026-27-dən bunu tətbiq edəcəklər yoxsa yox. Paylaşımlarımda da yəqin izləmisiniz. Tarixdir, ədəbiyyatdır, bir də təsvir incəsənət fənlərini birləşdirəcək, düzdür? Bu dünya təcrübəsində də var müəllimlər. Mən biraz araşdırma da elədim. Yəni mədəniyyət fənni adı altında bu 3 fənn birləşəcək. İndi bunu yəqin ki, tarix, coğrafiya, bir də təsvir incəsənət müəllimlərinə verirlər. İndi necə olacaq? Biz bunu ancaq məncə ədəbiyyata da verə bilərlər. Bəli, ədəbiyyata da veriləcək. İndi o necə olacaq? Mənə düzdür paylaşımdan sonra çoxlu suallar gəldi. Müəllimə, hələ ki paylaşım olunub da, hələ ki bir konkret bir əmr, təlimat yoxdur. Nə olacaq? Mən onu təbii ki paylaşacağam. Bu dünya təcrübəsində də belədir ki, yaxın fənlər bir-birinə inteqrasiya olunmuş şəkildə keçirilir. Məsələn, 5-6-cı sinifdə artıq fizika, 6-cı sinifdə daha fizika fənni yoxdur. Həyat bilgisi fənni yoxdur. Bu iki fənn birləşdirilmiş şəkildə keçirilir, amma dərs saatı Kulturologiya gedir də müəllim o, kulturologiya. kulturologiya. Mədəniyyət fənni.
Və bu kulturologiya fənni, yəni mədəniyyət fənni Türkiyədə də keçirilir, Çində də keçirilir, Sinqapurda da, Bizdə ali Finlandiyada da. məktəbdə keçirilirdi. Necə? Ali məktəbdə bizə keçirilir. Bəli, ehtiyac var. Həqiqətən bu fəndə ehtiyac var. İndi Bəli, görək bəli. bunun dərslikləri necə hazırlanacaq. Keçməyə müəllimlər kitabla tanış olub keçəcəklər, amma görək bunun dərslikləri necə Yəqin hazırlanacaq. müəllimləri təlimlərə dəvət edəcəklər Ola daha. bilər, ola bilər. Belə çıxır ki, gələn ildən tarixdir, ədəbiyyat fənlərinin dərslikləri dəyişməlidir. Aha, standart nədir müəllimə? Standart nədir? Bir tələbdir, normadır. Aha. Müəllimlərin bilik keyfiyyətinə standart var, qiymətləndirmə standartı var. Sonra məktəbin maddi texniki bazasına qoyulan standart var, tələb var. Hər bir ali məktəbin özünün tələbi var, standartı, ümumi təhsilin özünün standartı var. Bu standarta cavab verərsə keyfiyyətlilik Sizin bilərik. məktəbiniz o standartlara cavab verir müəllimə? Standartlara cavab verir. Bəli, verir. Maddi texniki baza. Bəli, 9 bəli. sinfin nəticələri necədir? Faizi bilirsiniz? 9 sinfin. Onu bilmirəm müəllim. Bəs siz imtahana hazırlaşırsınız. Siz statistik rəqəmləri bilməlisiniz mütləq. O statistik rəqəmləri bilməlisiniz ki, sizə onu mən deməli Məktəb Edu.az saytından, baxın, Məktəb Edu.az bunu hər dəfə dərslərdə deyirəm. İndi Sinfin daha doğrusu şkala ilə idi deyə başa düşmədim. mənim məktəbim saytına girin, çalışma Sizdə də başqa müəllimkinə baxırdınız, mən də baxdım özüm məktəbimə. Mənim məktəbim saytına girin, orada öz məktəbinizi qeyd edin, zəhmət olmasa. Məsələn, gəlin elə sizin məktəbə baxaq. Məsələn, sizin məktəb rayon hansı məktəbdir? Suraxana 281. Hə, mikrofon kimdə açıqdır? Mikrofon kimdə açıqdır? Nəzarət edin mikrofona. Deməli, məktəb nədir? Suraxandan Suraxana 281. 281. Bax görək, 281 sayılı məktəb. Yox, 232 oldu. Gördüm orada. 281. Hər bir məktəb civan da var. Bütün rayonlar var, yerləşib. Baxın, burada 95-ci ildən bu il hələ yerləşdirilməyib, amma 2024-cü ilə qədər bütün məktəbin nəticələri var. 2024-cü il. Dəqiqə gün qrupa kim gəldi, onu qəbul edin. 2024-ü yazırsınız. Burada həm 9 illik nəticə var, həm də 11 illik nəticə var. Əsas 9 illik nəticə götürülür. Baxın, burada sizin fənlər üzrə orta balınız, ana dili, riyaziyyat, ingilis dili, şkala. Mən buna nə cavab verməliyəm? Bura baxanda şkala Burada siz bilməlisiniz ki, müəllimə. Baxın, gəlin məsələn tutan birini deyək. Məsələn, burada yazılır da, məsəl üçün deyim, bax. Burada bu şkalaları görürsüz. Yaşıl, göy, qırmızı. Burada deyir ki, yaşıl xətt, bax bu yaşıl var ha, yaşıl xətt. Yaşıl integral əyri respublikanı göstərir. Göy isə rayonu, qırmızı isə məktəbinizi göstərir. Bax sizin məktəb bu qırmızıdır. Bax məktəb qırmızıdır, respublika yaşıldır, rayon üzrə yeriniz isə nədir? Göy rəngdədir. Deyir ki, burada bir dəqiqə məktəb üzrə integral məktəb üzrə integral əyri rayon üzrə integral əyriyə nisbətən daha çox yüksək yerləşirsə, məktəbin əsas bir o qədər pisdir. Əgər məktəb üzrə integral əyri, məktəb üzrə nə idi? Qırmızıdır. Rayon üzrə integral əyridən, yəni respublikadan nə qədər çox aşağıda yerlərsə, bir o qədər yaxşıdır. Sizdə bax yaxşıdır müəllimə, görürsüz? Yəni yaşıl yuxarıda olmalıdır da, sadə deyim. Əgər məktəb yaşıl Mən olduğunu bilirəm. Bunu mən rəqəmlərlə sübut olunacaq demək istəyirəm də, illə, rəqəmlə. İllə, rəqəmlə, qoy onu bunu belə deyək müəllimə. Baxın, əgər yaşıl yuxarıdadsa, məktəbinizin göstəricisi yaxşıdır. Ana dili fənni üzrə yaxşıdır, riyaziyyat üzrə yaxşıdır, ingilis dili üzrə də yaxşıdır. Sonra amma burada baxın müəllimə. Hər il ondan artıq bizdə fərqlənmə diplomu olur. Xüsusi nömrəli diplomlar olur. Baxın, burada da ballarınız, intervallarınız göstərir müəllimə, sayınız. Məsələn, oğlanlarınız nə qədərdir? Cəmi 299 nəfər var, elə. Məsələn, ana dili ümumi şagirdimiz 299-dur. Onun bax balları burada yazılıb. Bax məsəl üçün 0-20 bal. Bax görürsüz müəllimə, məsəl üçün 26 nəfər 20 bala qədər toplayıb. 20-40 arası 53 bal, 80-100 arası 64 nəfər toplayıb. Baxın cədvəli
belə mən dəstək üçün deyirəm sizə. 64 nəfər sizdə 80-100 bal toplayıb. Ən yaxşı nəticəniz demək olar ana dilidir. Ən pis nəticəniz bir dəqiqə 25 ingilis dilidir sizdə. Ən pis nəticə ingilis dilidir. Ana dili yaxşı. İngilis dili demək olar ki, bütün respublika üzrə zəif nəticə olur. Bu da ki, xarici dil olduğuna görə. Yəni uşaqlarımız öz ana dilimizi çətinliklə qavrayır. Xarici dili təbii ki, daha çətin qavrayırlar. Belə müəllimə, bu da belə tədris dili deməli Azərbaycan dilidir. Hansı fənlərdə xarici dil keçirilir? Hansı dildə xarici dil keçirilir? İngilis dilində, fransız dilində, 6 dənə dildir də. İngilis, alman, rus, sonra onu da deyə bilərəm bu çox. Ərəb dili də var. Ərəb, İspan. Deməli Nuraniyə müəllimə, bunu yadda saxlamaq üçün bir özü üçün bir strukturlaşdırmalısınız. İngilis dilindən rus dilini bir deyin, almanla fransızı bir deyin, ərəblə də farsı bir deyin. Ərəb, fars, İngilis, rus, alman, fransız, ərəb, fars. 6 dənə dildə xarici dil keçir. Məsələn, bizim məktəbdə xarici dil İngilis dili ilə rus dilidir. Amma bizim kadromuz olsa ərəb dili də keçirə bilər. Məsələn, rayon məktəblərində ərəb dili keçirilir, fars dili keçirilir. Hətta DSX məktəbləri olur ki, xüsusi təyinatlı məktəblər olur ki, orada qonşu düşmən dövlətin, belə deyək, indi düşmən deməyə artıq biz sərhədləri açırıq. Deməli, erməni dili də keçirilir. Çünki biz qonşularımızın dilini də bilməliyik ki, bu lazımdır. Yaxşı Nuraniyə müəllimə, sonra təhsilin keyfiyyət səviyyəsi. Təhsilin keyfiyyət səviyyəsi necə müəyyən olunur? Hansı təhsilə biz keyfiyyətli təhsil deyə bilərik? Standartlara cavab verən təhsilə, tələblərə cavab verən təhsilə keyfiyyətli təhsil deyə bilərik. Bəli, hansı ki az öncə hansı standartlar var, onları vurğuladınız. Əgər o standartlara cavab verirsə, onda biz deyə bilərik ki, keyfiyyətli təhsil. Məsələn, standartlardan biri odur ki, müəllim sertifikatlaşdırmada minimum 30 balı toplamalıdır. 30 bal toplamayan müəllim o standartlara cavab vermir və işdən azad olur. Aydın oldu? Bəli. Mən indi qanundan bu qədər. İstəyirəm ki, biraz əmək məcəlləsində edilən dəyişikliklərdən sual verim. Mənə baxmısınız o dəyişikliklərə? Bir dənə göndərdiyiniz səhifə var. Bax, ona baxmışam. Aha, deməli müəllimlər üçün faydalı olan dəyişikliklərdən biri odur ki, əmək məzuniyyəti. Biz əmək məcəlləsində qeyd olunurdu ki, müəllimlər bir qayda olaraq yay dövründə əmək məzuniyyətinə çıxırlar. Amma indi dəyişikliyə əsasən cənab prezident də onu təsdiqlədi. 30 dekabr tarixində 2025-ci ildə təsdiqlədi. Müəllimlər artıq nə etməlidir? İş vaxtıda da, il boyu ərzində o əmək məzuniyyətindən istifadə edə bilər. Tutam Nuraniyə müəllimə istəyir. 56 gündən çıxılacaq müəllim o. Nə? 56 gündən həmin o nə qədər çıxacaqsa 56 gündən çıxılır. Bəli. Neçə gün istifadə eləmisinizsə, məsələn 56 gün deyil, onun 30 gününü fevralda istifadə eləmisiniz, qalıb 26 günü, 26 gününü də yayda istifadə edəcəksiniz. Mən belə fikirləşirəm ki, ümumiyyətlə mən əmək məcəlləsində edilən dəyişikliklərlə bağlı bir təlimdə oldum. Orada mütəxəssislər dedilər ki, çox güman ki, məktəblər yay ərzində də işləyəcək. Baxın Nuraniyə müəllimə, tutam siz 56 gün, 56-sını da elə siz qışda götürmüsünüz. İndi bilmirəm buna icazə verəcəklərmi ki, 56 gün hamısını götürməyə. İndi onu tətbiq olunanda biləcəyik, növbəti ildən biləcəyik. Tutam ki, siz lap 30 gün məzuniyyət götürmüsünüz. Belə çıxır ki, yayda 30 gün işə gəlməlisiniz də, düzdür? Yayda 30 gün siz də işə gəlsiniz, şagird yox, heç kim yox. Nəsə bir proqram eləməlidirlər ki, siz 30 gün işdə olanda orada necə deyim, Məncə 8 saatlıq iş rejimindən sonra olacaq da müəllim bu. Bu artıq növbəti tədris ilindən olacaq müəllim. Bəli. 27-ci ildən artıq olacaq. Yəni bu özümüzə gələn yaydan 2027-ci ildən görək onu tətbiq eləyəcəklər. Artıq qərar imzalanıb. Prezidentimiz bu qərarı təsdiqləyibdi. İndi bu 27-ci ildə yayda məzuniyyətə çıxanda yəqin ki o tətbiq olunmalıdır. 26-nın müəllimə, 27-nin. 26 üzrlü sayın 26. 26-cı ildə özümüzə gələn bu yayda görək onu siz istifadə edə biləcəksiniz. İstifadə etməlisiniz. Çünki cənab prezident artıq o qərarı təsdiqləyibdi. Yaxşı, bəs müəllimə biz dedik ki, məzuniyyətdən danışdıq. Bir də atalıq məzuniyyəti var. Atalıq məzuniyyəti haqqında nə deyə bilərsiniz? Bu sualda verin. 14 gün ərzində ata evdə qala bilər də.
Bəli, yəni ata əvvəl o ödənişsiz məzuniyyət idi. İndi bu isə olub artıq ödənişli məzuniyyət. Yəni ailədə uşaq dünyaya gəlir. Uşaq dünyaya gəldiyinə görə təbii ki, ata da məsuliyyət daşıyır, ata da ailəyə dəstək olur. O deməli 14 gün evdə olacaq, amma əvvəl o elə idi ki, pulu almırdı, amma indi pulu da alacaq. Yəni 14 Və gün burada mən başa düşmədiyim bir şey var. Təcrübə keçən tələbələrə əmək müqaviləsi bəli, bağlanacaq. və bu bilirsinizlərdir müəllimə. Məsəl üçün sizi təcrübə üçün tələbəsiz, təcrübə üçün hər hansı bir müəssisəyə göndəriblər. Gedirsiniz orada təcrübə keçirsiniz. Düzdür? Təcrübə keçirsinizsə, siz artıq orada müqavilə ilə işə düzələcəksiniz. Müqavilə ilə. Məsələn, təcrübəniz Yəni biz 4-cü kursda təcrübəyə gedirik, o həmin təcrübədən söhbət gedir. bilmirəm, ona əgər tələbə deyirsə, müəllimə tələbə deyirsə, deməli elə onlara da şamil edir. Bunun çoxsu peşə təhsil müəssisələrinə şamil olunacaq. İndi görək necə olacaq, necə tətbiq olunacaq? Nədir? Mən onu vurğulayacağam. Görüm necə tətbiq olacaq, onu paylaşacağam. Narahat olmayın. İstehsalatla bağlı olar. Çox güman ki, istehsalatla bağlı olar. Aha, İki hərbi xidmətə getmək də əvvəlcədən ona 2 aylıq 2 misli verilirdi əvvəlcə, indi oldu 3 misli. hərbi xidmətdə, bəli, gedirsə 3 misli verir. Mənim əmim oğlu getdi, işlədiyi yerdən 2 mislin verdilər. Kim İndi getdi? 3 misli. Əmim oğlu deyirəm, yəni təcrübədən deyirəm də, gördüyüm. Ona hərbi xidmətə gedəndə 2 mislin verdilər maaşını. Bəli, indi isə artıq 3 mislin verəcəklər. İndi isə artıq 3 mislin verəcəklər. Oldu Nuranə müəllimə, çox sağ olun, var olun. Keçim digər müəllimə, sağ olun, uğurlar arzu edirəm. Təşəkkür edirəm. Burada başqa kimdən soruşum, müəllimlər? Burada əl qaldıranın işarəsini görmürəm nəzdim. Burada kim əl qaldırır? Buyurun, sual-cavabda kim iştirak etmək istəyir? Əl qaldırın zəhmət olmasa. Müəllimlər müsahibəyə hazırlaşırsınız. Aha. Tahirə Kərimova, buyurun müəllimə, açın mikrofonu. Axşamınız xeyir. Axşamınız xeyirli olsun, necəsiz? Çox sağ olun, yaxşı olasınız. Siz necəsiz? Mən də yaxşıyam. Tahirə müəllimə, mən hələ özünü təqdim etməni göndərməmişəm. İndi bilmirəm, çünki gözləyirəm ki, qrup tam yığılsın ondan sonra. Amma əgər istəsəniz özünüzü təqdim edə bilərsiniz. Nəsə olsa mən onu düzəliş edərəm. Aha, Buyurun. təqdim edim. Olar. Hansı hissədə problem olarsa siz deyərsiniz. Olar, buyurun. Mən Kərimova Tahirə Akif qızı 1986-cı ildə Tovuz rayonunun Aşağı Ayıblı kəndində anadan olmuşam. 1992-ci ildən 2003-cü ilə qədər həmin kənddə yerləşən Rövşən Aliyev adına 3 nömrəli tam orta məktəbdə tam orta təhsil almışam. 2003-cü ildən 2007-ci ilə qədər Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının ibtidai təhsilin pedaqogika və metodika fakültəsində ali təhsil almışam. 2015-ci ildə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək Şəmkir rayon Yeni Göyçə kənd Ümumi Orta Məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyət başlamışam. 2016-cı ildə yerləşmə imtahanında iştirak edərək Şəmkir rayon Yeni Həyat kənd tam orta məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyətimi davam etdirirəm. Artıq 10 ildir ki, həmin məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərirəm. Sertifikasiya imtahanında 2023-cü ildə Təhsil Nazirliyinin keçirdiyi sertifikasiya imtahanının test mərhələsindən 52 bal, müsahibə mərhələsindən 36 bal toplamışam. 7 ildən artıqdır ki, Demin nəzarətçi müəllimiyəm. 2025-ci ildə Təhsil İnstitutunun müasir metodist layihəsində müsahibədə iştirak edərək uğur qazanmışam. Sonra təlimlərdə iştirak edərək təlimi də uğurla başa vurduğum üçün sentyabrdan bu il yeni tədris ilindən həm də məktəb daxili metodist kimi fəaliyyət göstərirəm. Tahirə müəllimə, deməli, əvvəli tərcümə hal oldu. Ümumiyyətlə, dəyərli müəllimə, tərcümə hal ilə özünü təqdim etməni qarışdırmayın. Tərcümə halda daha çox rəqəmlərə üstünlük veririk biz. Harda doğulmuşam, neçənci ildə doğulmuşam, məktəbi harda bitirmişəm, universitetə neçənci ildə harda daxil olmuşam. Bu tərcümə haldır. Özünü təqdim etmədə isə bu qədər rəqəmlərə ehtiyac yoxdur. Məsəl üçün, siz deyə bilərsiniz ki, birbaşa ad soyadınızı deyib, harda doğulduğunuzu deyəndən sonra birbaşa yaşınızı deyin. Yaşınızı deməyiniz daha üstündür. Məsəl üçün, neçə yaşınız var müəllimə?
Neçə yaşınız var? 40. Desəniz ki, 40 yaşım var. Məsələn 10 neçə ildir? 10 ildir də, düzdür? 10 ildir Bəli, bəli. pedaqoji fəaliyyətə başlamışam. Yəni qısa və konkret. Mənə lazımdır ki, görün bu müəllim 10 ildir işləyir, nə edib? Sertifikasiya balınızı deyin. Sertifikasiya balınız əgər 50 plusdursa demək müsbətdir sizə. Yox 50-dən aşağı 45, 46, 40 belədirsə ehtiyac yoxdur, amma yox bu 500 plusda zaten 51-dən aşağılar qeydiyyatdan keçməyib, müsahibəyə buraxılmayıb da. Deməli müəllimlər 51 pluslar 500 plusun müsahibəsinə buraxılıb, amma məsələn elə müəllim var ki, 49 bal toplayıb o müsahibə mərhələsinə buraxılmayıb. Çünki ancaq 500 plus seçib. Elə müəllim var ki, 44 bal toplayıb, amma müsahibəyə dəvət olunub. Çünki 500 minus seçibdir. 500 plus üçün şərt 51 baldır, 500 minus üçün isə şərt 75 baldır. Piano virtuoz adı ilə daxil olan müəllim. Mən artıq 3-cü dəfədir ki, sizin mikrofon bağlayıram. Müəllimə, söz demək istəyirdim. Mən buyurun. dərsin məqsədi vardı. Üzr istəyirəm. Biz buyurun. elə bir ki, burada başqa bir müəllimə də var da, biz qoşulmuşuq da, bir-birimizlə sözləşib. Elə bir ki, biz dərsi tam məğzin başa düşmürük də. Mən elə bilirdim ki, siz dərsdə fəsil-fəsil dərsləri izah eləyəcəksiniz də, səhv başa düşmürük. Onları göndərmişəm. Bəli, müəllimə, bilirəm göndərmişsiniz, çox sağ olun, minnətdaram. Amma deyirdim ki, əgər imkan olsa dərs zamanı fəsillərdən biraz danışa bilərsiniz, zəhmət olmasa. Müəllimə, mən elə fəsillərdən sual verdim də Nuranə müəlliməyə. Fəsillərdən sual verdim. Fəsillərdən sual verdim müəllimə. Siz oxumusunuz mövzunu? PDF-i çıxartmışam. Aha. Bir çox şeyi bilirəm. Mənim özüm kurikulum təlimçisiyəm. Yəni ki, o qanunları, zadları bilirəm də. Bəli. Amma belə müəllimə, siz çox qəşəng danışırsınız da, xoşum gəlir. Amma elə bir ki, deyirəm ki, necə ki kurikulum dərsini ki izah eləyirsiniz, belə izah eləsəydiniz daha adam belə özünüz biraz bir yarım saat zəhmət olmasa fəsilləri. Yəni ki, misal üçün burada yazı adjunkturadır, attestasiyadır, akreditasiyadır. Siz daha asan. Müəllimə, onları mən video izahını göndərmişəm. Mən onları bir-bir indi izah eləsəm, o müsahibə olmur, müəllimə. O artıq bilirsiniz necə olur? Ona vaxt çatdırma olmur. Müsahibə qrupu odur ki, mən siz mənə danışın. Mən onların hamısının izahını video yazını göndərmişəm. Siz bir dənə zəhmət olmasa videoya bax. Orada hər bir şey ətraflı göndərmişəm. Sadəcə bəlkə ola bilər baxmamısınız. Onu mən indi izah eləyərəm müəllimə. Onda bilirsiniz necə? Yəni elə ancaq izaha mən vaxt ayıracağam, onda o vaxt çatmayacaq. Heç inanın ki, mən 5 dənə fəsli izah edib qutara bilməyəcəm. Başa düşdünüz? Vaxta qənaət. Həm də izah var da müəllim, artıq izah eləyirik. Təşəkkür. Həm də vaxt çatmayacaq, müəllimə. Onu görə mən qabaqcadan Yox, göndərmişəm ki, fikrimi dedim. Mən burada mənada demədim, müəllimə, fikrimi bildirdim sadəcə. Deyin, müəllimə, deyin. Amma mən Təşəkkür. istəyirəm ki, qabaqcadan materialı göndərirəm. Tahirə müəllimə, nəzarətçi müəllim işlədiyimdə birində müasir metodist vəzifəsinə təyinat almısınız da, metodist işləyirsiniz məktəbdə, sentyabrda. Bəli, hal-hazırda bəli. Bu sizə mən qorxuram mane olar. Çünki bəlkə bir deməyəsiniz. Əslində yaxşı deyil metodist təyin olmanız, çünki kurikulumu bilirsiniz. Mənim bir müəllimim olub. O deməli sırf bu metodist təyin olduğuna görə ona dedilər ki, bir müddət metodist işlə, ondan sonra gəlib direktorluğa gələrsiniz. Növbəti imtahanlarda Əslində mən də soruşmuşdum Samirə müəllimə. Dedilər ki, siz 2 illik müqavilə bağlamısınız. Olmaz sizin iştirak eləməyiniz. Amma belə ərizə qeydiyyatından keçdim deyə dedim müsahibəyə qoşulun, bəlkə ola bilər ki, müsahibədən keçərəm. Mənim qruplarımda olub müəllimə. Çünki o da bilmədən belə deyib, ona deyiblər ki, yox, sən get hələ işlə ondan sonra. Çünki siz niyə? Amma deməsən onlar bilmir Samirə müəllimə. Bilmirəm də. Gəl risk eləyək deməyək. Çünki mane olacaq müəllimə sizə. Heyfdir də bu qədər əziyyətiniz, bu sizə mane olacaq. Əslində bu sizə üstünlük olmalıdır. Amma mənim qruplarımda müəllimlər olub ki, onlara mane olub da. Məhz buna görə 1 il geri qalıb bu metodist vəzifəsinə görə. Nəyə görə? Onu da əslində doğru eləyirlər. Baxın, sizi imtahan vermisiniz, düzdür müəllim? Sizin üçün təlimlər keçiblər. Dövlət buna görə pul ayırıb da, düzdür? Sonra siz təhsil müəssisəsi dəyişirsiniz, elə ki, o pul gedir də havaya uçur. Başa düşürsünüz? Ona görə biraz deyirlər ki, o biraz işləsin ondan sonra. Həm də istəmirlər də. Deyirlər ki, bir-birə əziyyət çəkmişik. Hal-hazırda bunu bacarırsınızlar. Biz yenidən
bir də metodist axtarışındayıq. Bəli, Ona görə istəmirlər. bəli, bu sizə mane ola bilər müəllimə. Yəni olur. Belə, Tahirə müəlliməm, yaxşı gəl Bəli. davam edək. Müəllimə, bir də əmək məcəlləsində edilən dəyişikliklərdən yenə sual verəcəm. Çünki onu göndərmişəm qrupa. Bu hamiləlik və doğuşa görə olan məzuniyyət. Burada nə Bəli. dəyişiklik var müəllimə, deyə bilərsiniz? Əvvəlki vaxtlarda 56 gün idi, indi 10 gündə əlavə ediblər. Yox, təkcə 10 gün əlavə eləməyiblər. Ümumi 126 gün idi, indi 136 günə bərabərdir. Aha, mən onu nümunə üçün göndərdim 10 gün. Bilirsiniz niyə 10 gün? Məsəl üçün biz doğuşa qədər anaya məzuniyyət verirlər 70 gün, doğuşdan sonra da 56 gün, düzdür? İndi birdən oldu ki, uşaq gəldi 10 Bəli. gün, 15 gün gec dünyaya gəldi və yaxud da 5 gün gec dünyaya gəldi. Gec dünyaya gələndə nə vaxt dünyaya gəlirsə, həmin gündən 56 gün hesablanır. O 70 gün uzadılır. Məsəl üçün doğuşa qədər biz axı 30 neçə həftədə çıxırıq da bu nədir? Məzuniyyətə çıxırıq da, hamiləlik və doğuşa görə məzuniyyətə çıxırıq. Birdən uşaq gəlib 70-ci gün yox, gəldim nə bilim bir 75-ci gün doğuldu, dünyaya gəldi, düzdür? Bu 5 gün axı bizim 56 günün daxilində hesablanır və ananın o sağlamlığı bərpa olunmur. Ona görə deyirlər ki, nə qədər ki uşaq gec dünyaya gəlir, o qədər də məzuniyyətin günü artırılır. Bu yəni faydalıdır. Bu çox faydalıdır. Aydın oldu. Ən son dəyişikliklərdən biri də budur. Yaxşı, indi gedək təhsil haqqında qanunun fəsillərinə. Müəllimə demişkən, deyir, fəsilləri bir-bir deyək. Fəsillərdə vacib olan hissələrdən sual verəcəm. Burada deməli müəllimə dərs vəsaitində şagirdlər üçün nəzərdə tutulan dərs vəsaitdə gündəlikdə reklam yerləşdirmək olmaz, düzdür? Bu Bəli, bəli. bir də şagirdlər üçün olan o təhsil müəssisələrinin kənarında yaxınlığında reklam yerləşdirmək olmaz. Bunun məsafəsi Bəli, 100 metr məsafədə yəni yerləşdirilməlidir. 100 metr məsafəyə qədər olmamalıdır. nə olmalıdır? Bir də 150 bu təhlükəli informasiyalar, reklamlar, lotereya satışı bunlar olmamalıdır. Çok azdır. Sonra Bəli. nədir? Misli azdır. Bax bunlar məktəbdən 100 metr ən azı 100 metr kənarda olmalıdır. Ki Bəli. uşaqdırlar da onlar daha çox ona cəlb olunurlar. Bir də var uşaqlar arasında dövriyyəsi qadağa edilən informasiya məhsullarının satışı. O da 150 metr Bəli. məsafədə olmalıdır. İndi bu uşaqlar bunu görməli deyil də. Bu onların tərbiyəsinə mənfi təsir ola bilər. Uşaqlar arasında dövriyyəsi qadağa nə ola bilər? Siqaret ola bilər, içki ola bilər. İçki, bəli, spirtli içkilər, energetik içkilər. Bəli, bunlar da 150 metr məsafədə deməli yerləşdirilməlidir. Aydındır. Yaxşı müəllimə, təhsilin formalarını sadalayın zəhmət olmasa. Təhsilin formaları formal, informal, bir də qeyri-formal. Bəli, bu təhsilin formalarıdır. Bugünkü Bəli. dərsimiz necə təhsildir? Təhsil alırsınız da, düzdür, amma necə təhsildir? Bəli, bu qeyri-formal. Bəli. Özümüzün demək olar ki, özümüz üçün də əlavə təhsil kimi. Ödənişli əsaslarla fəaliyyət göstərən dərnəkdir də. Bu elə bir ki, bir dərnəkdir, düzdür? Qeyri-formal. Bir də var ki, dərslərə qoşulmursunuz, bir dənə kitabı alırsınız, özünüz oturub evdə oxuyursunuz. Bu da olur nə? İnformal təhsil. Bunların üçü də bir arada da ola bilər. Məsələn, 9 illik, 11 illik təhsil uşaqlar orta məktəbdə oxuyub sonda attestat alırlarsa, bu formal təhsildir. Bir də uşaqlar əlavə müəllim hazırlığı, müəllim yanına gedirlər. Düzdür? Əlavə kurslara, dərnəklərə gedirlər. Bu olur qeyri-formal. Bir də var ki, uşaq oturub özü oxuyur. Bu da olur nə? İnformal təhsil. Bəs təhsil alma formaları hansılardır? Əyani, qiyabi, distant Və 7 dənə özəl təhsil. Sərbəst, Sərbəst fərdi təhsil, bir də stasionar təhsil. Evdə fərdi, stasionar təhsil. 7 dənədir. Gəlin sadalayaq. Əyani, qiyabi, distant, sərbəst, evdə fərdi, bir də stasionar təhsil. Aydın oldu. 7 dənə təhsil alma forması var. Məktəbdə qiyabi şöbə var. Ümumi təhsil məktəblərində xeyr. Əvvəl var idi. Bir 10 il bundan qabaq var idi qiyabi şöbə. Sonra bu eksternal təhsil olduqdan sonra artıq o qiyabi şöbələr. Qiyabi şöbədə bilirsiniz nə idi? Saat 4-dən sonra o axşam növbəsində o təhsilinə yayınan uşaqlar var idi ki, onlar gəlib oxuyub attestat ala bilərdilər. İndi artıq o yeyinti yeri olduğuna görə onu artıq
eksternal var. Hə, bilet. elədən ekstern. Yəni 16 yaşın var, get ekstern imtahanda iştirak elə. 9 illik attestatın var. 18 yaşın var, 9 illik attestatın varsa, 11 illik attestatın yoxdursa, get ekstern qaydada imtahan ver, nədir attestat al. Yəni dövlət buna şərait yaradır. Mənim attestat dedim nə yadıma düşdü? Ən son dəyişikliklərdən biri də nədir bu attestatla bağlı? Attestatların elektron formada verilməsi, sertifikatların, veriləcək? attestatların. Araşdır. Aha. Bunlar hamısı yəqin ki MyGov azda olar o da. İnsan xidmət müəllimə. Timisdə yerləşdiriləcək də təhsil mərkəzləşdirilmiş informasiya sistemi. İnformasiya sistemi. Bəli. Timisdə yerləşdiriləcək. Tims yox, Timis. Tims. Tims. TMİS təhsil Təhsil mərkəzləşdirilmiş informasiya mərkəzləşdirilmiş sistemi. O təhsil mərkəzləşdirilmiş informasiya sisteminin alt qolları da var. UTIS. UTIS məktəbə aiddir. Ümumi təhsil informasiya sistemi. ATIS var, ali məktəbə. PTIS var, peşə təhsil məsələlərinə aiddir. Yəni hər birinin alt kateqoriyalarıdır. Sonra müəllimə, mülkiyyət növünə görə hansı təhsil müəssisələri var? bələdiyyə, özəl, bir də dövlət. Bələdiyyə, özəl və dövlət. Bələdiyyənin adı var, özü yoxdur. Hər dərsdə deyirəm. Axırda deyirəm bələdiyyədən. Bu Samirə müəllimə. Müraciət ki, nə işin var bizlə? Kitabı oxuyanda orada ən çox icra hakimiyyəti orqanı, sektorlar, regionallar hamısı icra hakimiyyəti orqanına tabedir. İcra hakimiyyəti birinci nazirlər, prezident ola bilər, nazirlər kabineti, təhsil naziri, yəni bunlar, əmri bunlar verir də. Sektordur, idarədir, regiondur, bunlar daxili əmr verə bilər. Yəni əsas o bizim məktəbin fəaliyyəti prezidentin, nazirlər kabinetinin bir də təhsil nazirliyinin verdiyi əmr. Amma onlar hamısı icra hakimiyyəti orqanı, qurumu gedir də. Bəli. Məsələn, strategiya növbəti dərsimizdə strategiyanı keçəcək. Strategiyanı müvafiq icra hakimiyyəti kim sayılır? Prezident. Bax o imzalayır. Sonra attestatların elektron qaydada verilməsi, bunu kim imzaladı? Nazirlər Kabineti imzaladı. Aydın oldu. Daha mühüm məsələləri Nazirlər Kabineti imzalayır. Fərman və sərəncamları prezident imzalayır. Sərəncamı məktəb direktoru da imzalaya bilər. Təhsil naziri də imzalaya bilər. Amma fərmanı prezidentdən başqa heç kim imzalaya bilməz. Siz də işdə bilməlisiniz ki, Təhsil Nazirlər Kabineti fərman imzalasın. Fərman geri dönüşü olmayan əmrdir, belə deyək də. Yəni daha mühüm, əhəmiyyətli bir əmr formasıdır. Onu ancaq cənab prezident imzalaya bilər. Fərman. Geri dönüşü yoxdur. Amma əmri ləğv eləyə bilərik, sərəncamı ləğv eləyə bilərik. Hə, buyurun. Müəllimə, bəs direktorlarla, direktor müavinlərinin əmrini kim imzalayır? Direktorların əmrini, işə qəbul əmrini deyirsiniz də yəqin ki. Bəli, müəllimə. İşə qəbul əmrini müddəanın rəhbəri imzalayır. Amma əvvəl 2 il bundan qabağa qədər nazirimiz imzalayırdı, Emin Əmrullayev. Sonra müavin və təşkilatçıların işə qəbul əmrini isə region rəhbəri imzalayır. Əmri verir, onlar əmri verir. Aydın oldu. Sonra Tahirə müəllimə, eşidirsiniz? Bəli, buyurun. Bir dəqiqə görə burada müsahibədən çox verilən suallardan verəcəm sizə. Müəllimə, nə üçün direktor olmaq istəyirsiniz? Nə üçün direktor olmaq istəyirəm? Nə üçün direktor olmaq istəyirsiniz? İbtidai sinif müəllimi olaraq vəzifəmi yerinə yetirirəm. Amma elə işlər var ki, onlar mənim vəzifə və səlahiyyətlərimdən yuxarıdadır. Mən də istəyirəm ki, məktəb direktoru olan o səlahiyyət və vəzifələrdən istifadə edərək çalışdığım məktəbin nəticələrini ən yaxşı məktəblər içərisində göstərə bilim. İstəyirəm ki, çalışdığım məktəb həm respublikada, həm regionda ən yaxşı məktəblər içərisində olsun. Amma ibtidai sinif müəllimi olaraq onları eləyə bilmirəm. Elə sinfiniz olsun da müəllimə. İbtidai sinif təhsilin təməlidir. Elə ibtidai sinif rayon üzrə ən yaxşı ibtidai sinif kimi yetişdirin də öz sinfinizi. Yetişdirə bilirəm, amma sonraki proseslərdə artıq mən iştirak edə bilmirəm. Amma iştirak edə bilərsiniz müəllimə. Siz bilirsiniz də, müəllim əgər ibtidai sinfi təhvil verdisə, 5-ci sinfə, sinfi təhvil verirsiniz. Amma axıra qədər, məsəl üçün, tutalım ki, indi Lütfüzadə adına məntiq olimpiyadası keçirilir, düzdür? Siz həmən 5-ci sinifdə dərs deyən riyaziyyat müəlliminə gəlib əməkdaşlıq eləyərək, siz 4 il o uşaqlara dərs vermişsiniz də, orada riyaziyyatı yaxşı bilən şagirdi yönləndirə bilərsiniz. Mən elə müəllim tanıyıram ki, düz 11-ci sinifə qədər şagirdini izləyir.
və artıq özü üçün bir statistika çıxardır ki, mənim tutalım ki, bu qədər uşaqlara təhvil vermişəm, onların neçəsi universitetə, neçəsi peşəyə, neçəsi kollecə sənəd verib, hansı daxil olub, hamısını bilir, izləyir. Mən üzr istəyirəm, qrupdan çıxmamışam, əlaqə saxlayıram. Yəni onlara mən də təklif eləyirəm ki, Bəli. olimpiadalarda iştirak etsinlər. İndi bu Hələ ildən gündəlikləri şəkli çəkib atırlar mənə. Aha, Doğru. bu ildən metodist olduğum üçün mən demək olar ki, mütəmadi dərs dinləmələrə gedirəm. Onların da dərslərində dinləyirəm. Hətta hansı şagirddə irəliləyiş və yaxud da geriləmə varsa, mən valideynlərlə əlaqə saxlayıram, bildirirəm ki, məsələn, evladınız bu dərsdə yaxşı iştirak eləmədi. Gələn dəfə dərsə gedəndə görürəm ki, artıq uşaqda başqa bir dəyişiklik var. Valideynlər, yəni onlar da çox səbirsizliklə gözləyirlər ki, aha, müəlliməmiz də gələcək dərsə biz mütləq fəaliyyətimizi yaxşı aktiv şəkildə eləməliyik. Ən yaxşı Bunları məktəb, eləyirəm. ən yaxşı məktəb odur ki, yəni məktəbi birinci yaxşı rəhbər idarə eləsin. Tarix müəllimə, bir var Bəli, bəli. rəhbər, bir var menecer, bir də var lider. Sizin məktəbinizdə işləyən direktorlar hamısı rəhbərdir. Yəni biz istəsək də, istəməsək də, xoşumuz gəlsə də, gəlməsə də, onun idarəçilik qabiliyyəti, savadı, hər bir səviyyəsi xoşumuza gəlsə də, gəlməsə də məktəbin direktorları bizim üçün rəhbərdir. Onların əmrlərinə tabe olmalıyıq. Təbii ki, qanun çərçivəsində, düzdür? Bir də var lider. Hər məktəb direktoru, hər məktəb rəhbəri lider ola bilmir. Məsələn, indi bir də görürsünüz müsahibədə sizin ancaq direktorunuzdan soruşurlar. Direktorla münasibətiniz necədir? Onun nəyə ehtiyacı var? Necə fikirləşirsiniz? Onun nəyə ehtiyacı var ki, yaxşı direktor olsun? Bəzən müsahibələrdə gedirsiniz müsahibəyə ki, özünüzü təqdim edəsiniz, ancaq mövzu elə sizin məktəbdən düşür. Məsələn, münasibətiniz necədir müəllimə direktorunuzla? Direktorunuz necədir? Necə məktəb idarə edir? Direktorla münasibətim yaxşıdır, amma bəzi nöqsanlar var ki, mən deyirəm, məsəl üçün, mən direktor olsaydım, bunları belə eləməzdim, başqa cür eləyərdim. Məsəl üçün nəyi? Məsəl üçün, müəllimlər arasında rəğbətləndirmə, bəzi şagirdlər var ki, görürsünüz, kölgədə qalırlar, istedadlıdır, amma onlar kölgədə qalır. Bəzi şeylər var ki, nöqsanlar var da. Həm də ki, deməli, Tarix müəllimə, sizin məktəb direktorunuzun təlimlərə ehtiyacı var. Yəni, siz təklif ümumiyyətlə çalışın müsahibədə, öz təkliflərinizi verin. Deyin ki, ümumi olaraq həqiqətən də məktəb rəhbərlərinin təlimlərə ehtiyacı var ki, məktəbi necə inkişaf etdirsinlər. Məktəbi inkişaf etdirmək üçün onlar təlimlərə cəlb olunsa, faydası çox olar. Tarix müəllimə, baxın, əgər o həmin direktor, məktəb direktoru, savadlı şagirdlər kölgədə qalır, onları inkişaf etdirə bilmirsə, deməli o lider deyil, hələ ki lider deyil, sadəcə məktəbin rəhbəridir. Lider olması üçün o həm kölgədə qalan müəllimləri inkişaf etdirə bilər, həm də şagirdləri inkişaf etdirə bilər. İndi maaşı bilirsiniz necə? İndi siz elə bir cümlə deyin ki, Lamiyə müəllimə, siz gedib onu müsahibədə deyə bilərsiniz. Maaş məsələsini təbii ki, orada müsahibədə deyə bilməyəcəksiniz. Və məktəblərdə direktorların maaşı onların cəlb etdiyi şagird sayından da asılıdır. 500-dən çox olan məktəblərdə artıq şagird sayına görə direktorların və müavinlərin maaşı artır. Bəs menecer nədir müəllimə? Tarix müəllimə, menecer nədir bəs? O haqda məlumatım yoxdur. Elə meneceri necə müğənnilərdən bilirəm ki, menecer, sonra başqa cür bilmirəm. Hər məktəb direktoru həm də menecer. Menecer idarə edən deməkdir də. Hazır komandada sadəcə idarə edir. Motivasiyası yoxdur. Bizdə eynənlər yoxdur, yeni ideya yoxdur. Sadəcə komanda var, idarə edir. Düzdür? Yəni hər məktəb rəhbəri menecer də ola bilər. Əgər özlərində yaxşı işləyərsə, lider də ola bilər. Lider həm rəhbərdir, həm menecerdir. Amma hər rəhbər lider ola bilməz. Baxın, elə müəllim var ki, deyir, müəllim direktorumdan bezmişəm, ona görə məktəbdən çıxmaq istəyirəm. Belə müəllimlər var. Eşidirsiniz müəllimlər? Bəli, eşidirik, çox düzdür. Elə müəllimlər var ki, məhz məktəbi tərk etməyin səbəbi direktordur. Ümumiyyətlə, mən o gün TikTokda bir maraqlı bir podkast qarşıma çıxdı. Çox həqiqətən çox bəyəndim. İşçilərin həmin təhsil müəssisəsini tərk etməyin ən çox səbəbkarlarından biri direktorun
özüdür. Maaş da deyil. Yəni ola bilər yüksək maaş alarsınız, amma pozitiv münasibət olmaz, xoş münasibət olmaz. Təbii ki, maaşın da təsiri var. Deyək ki, maaşın təsiri yoxdur, bu yanlışdır. Amma ən çox təsir edən işçinin həmin iş yeri tərk etmə səbəblərinin ən çox faizi məhz məktəb direktorlarının üzərinə düşür. İşçilər direktordan yox, ümumiyyətlə idarə edəndən söhbət gedir. Tahirə müəllimə, siz bir lider olaraq özünüzü necə sual verək, yekunlaşdıraq sizlə. Bir lider olaraq özünüzü necə inkişaf etdirərsiniz? Lider Siz olaraq deyə özümü necə bilərsiniz inkişaf edə bilərəm? Aha, bəli. Özünüzə ümumiyyətlə lider deyə bilərsiniz? Deyə bilərəm. Niyə deyə bilərəm? Çünki mən həmişə istəyirəm ki, hər şeydə qabaqcıl olam və inandırmağı bacarıram. Nə isə bir demək olar ki, məktəbdə təşkilatı bir iş olanda və yaxud da nə isə başqa bir iş olanda mən çalışıram ki, müəllimləri inandıram, təşəbbüskarlıq irəli sürürəm. Müəllimlər də ki, onları inandırdığım üçün artıq bilirlər ki, mən doğru nəyisə hesab edirəm. Onlar da ki, mənə dəstək olurlar. Tahirə müəllimə, baxın, sizin ilk cümlənizdə dediniz ki, ən qabaqcıl. Ən qabaqcıl bilirsiniz nə deməkdir? Yəni siz hamıdan seçilmək istəyirsiniz, öndə olmaq istəyirsiniz. Amma siz bu cümləni desəniz ki, mən 10 ildir ibtidai müəllimi işləyirəm və şagirdlərimdən ibtidai müəllimi olmaq istəyən var. Bu o deməkdir ki, siz lider nə deməkdir? Öz davamçısını yetişdirmək. Elə məktəb direktoru var ki, öz müavinini qısqanır. İstəmir ki, məktəbinin müavini neçə ildir burada çin-çinə işləyib, istəmir o gəlib direktor olsun. O lider ola bilməz. Çünki lider öz davamçısını yetişdirməlidir. Əsl lider öz davamçısını yetişdirməlidir ki, ondan sonra da onun davamçıları olsun. Yəni bax siz indi hələ ki ibtidai müəllim işləyirsiniz, düzdür? Əgər şagirdlərinizdən ibtidai müəllim olmaq istəyən varsa, onda siz lider deyə bilərsiniz. Bax elə müəllim var ki, elə şagird var ki, baxır müəllimə deyir mən riyaziyyat müəllimi olacağam. Nə bilim gedib tarix müəllimi olacağam. Müəlliminə o qədər aşiqdir, müəlliminə o qədər çox istəyir. Ondan stimul alır. Deyir ki, mən gedib riyaziyyat müəllimi olacağam. Bax bu Olar müəllim bir söz deyim mən də üzrlüyəm. Buyurun Nuranə müəllimə. Mənim axı keçən il aylıq sınaqlar, mən bu illərim biraz hazırlaşmağa görə başım qarışdı. Aylıq sınaq təşkil etmədim. Yadınızdadır, sizə də deyirdim pandemiyasınız. Şagirdlərim də mənim Canva-da aylıq sınaq hazırlayırdılar 4-cü sinif şagirdlərim. İnanın mənim qədər yəni. Davamçı deməkdir ki, davamçı olsun, sizin əmrlərinizə ürəklə tabe olsun, dəstək olsun sizə. Mən də deyirdim gələcəkdə nəşriyyat açacağam inşallah. Siz də yanımda işləyərsiniz. Mən 80 nömrəli məktəbi bitirmişəm Nuranə müəllimə. Bakıda, Bakıxanov qəsəbəsində 80 nömrəli məktəbi bitirmişəm. Oranın illərin direktoru var idi. Sonra yaşla əlaqəli deməli pensiyaya çıxdı. Həqiqətən mən ona baxıb direktor olmaq istəmişəm. Çünki o səssiz, səmirsiz bir davranışı ilə, bir baxışı ilə, duruşu ilə, yəni direktorun duruşu da elə olmalıdır ki, onun duruşu belə necə deyim, özünə tabe edirdi. Bütün müəllim və şagird kontingentini özünə tabe edirdi. Onun qışqırmağı yox idi. Elə məktəb direktoru var, koridorun bu başından o başına elə bir nədir, Tarzan kimi qışqırır, üzürdü sayın ifadəmə görə. Yəni vəhşicəsinə qışqıran mən direktorlar görmüşəm. Dəhşətə gəlirəm ki, insan necə məktəbi belə idarə edə bilər? Bunu saymazlar ki, ideyalar yenə başladı. Qorxu var da, burada qorxu var. Samirə müəllimə, bir Bəli. sual verə bilərəm. Siz bayaq sual verdiniz ki, nə üçün direktor olmaq istəyirsiniz? Bax biz ona belə deyə bilərik ki, məndə liderlik ruhu var, şəxslər arası intellektim güclüdür. İnsan, yəni ki, indiki dövrdə də bilirsiniz də valideynlərlə işləmək çətindir. İnsanları əl almaq bacarığım var, yeni ideyalar. Yəni belə demək olar, yoxsa nə deyim? Onun hazır cavablarını göndərəcəm müəllimə. Hələ olan hazır Elə. cavablarını olan hazır Bir də cavablarını müəllimə, göndərəcəm. mən bir dəfə Amma- direktorlarım Buyurun. olmuşdum. Sizə də sualları hələ atmışdım, qrupda paylaşmışdınız. 500 minus. Aha. Orada mənə sual vermişdilər ki, məktəb fəaliyyət planında nəyi görsəniz siz təəccüblənərsiniz. Mən elə o sualın cavabını, bir də məktəb fəaliyyət planına nələr daxildir? Zəhmət olmasa deyə bilərdiniz. Bir illik məktəbin fəaliyyət planına hər bir şey daxildir. Tədbirlər daxildir, dərs dinləmələr daxildir, keçirilən iclaslar daxildir. Məktəbin illik fəaliyyət planında var, cari plan
planı da var, bir də perspektiv planlaşdırma da var. Perspektiv isə minimum 3 illik nəzərdə tutulur. Məsələn, illik fəaliyyət planı deyirsinizsə, 1 il üçün nəzərdə tutulur. Hər bir məktəb üçün fərqli olur. Düz idarələr bunu nümunə üçün göstərir, məktəbin fəaliyyət planını. Və o məktəbin fəaliyyət planı birinci pedaqoq şurada müzakirə olunub təsdiqlənir. Və o məktəbin o fəaliyyət planına əsasən direktordur, müavindir, təşkilatçıdır. O illik fəaliyyət planına əsasən özünün, hər kəs müavindir, təşkilatçıdır, hər kəs o illik fəaliyyət planına əsasən öz fəaliyyət planını hazırlayır. Yəni təşkilatçı fəaliyyət planı müavinin fəaliyyət planı ilə eyni ola bilməz. Direktorun fəaliyyət planı hər 3 də yəni sahəni əhatə edir. Fəaliyyət planı da hər məktəb üçün fərdidir. Baxın sizin məktəbinizdə hansı sahə zəifdir, hansı sahə güclüdür, nə çatışmır, hansı sahəni inkişaf etdirmək lazımdır. Məsələn 9 illik nəticəniz aşağı səviyyədədirsə müəllimə, siz fəaliyyət planınızda onu daha çox qabartmalısınız ki, daha çox məsələləri ona aid eləməlisiniz ki, o 9 illik nəticəniz daha da yüksəlsin. Aydın oldu? Bəli. Bir də bir sual vermişdilər ki, siz deyək ki, məktəbin fəaliyyət planında nəyi görsəniz sizi daha çox təəccübləndirər? Nəyi görsəniz təəccübləndirər? Nə bilim vallahi. Baxın, gəlin bu sualı SMS şəklində qoy müəllimlər yazsınlar. Nəyi görsəniz sizi təəccübləndirər? Bu sual belə idi, mən bunu belə xatırlayıram. Gedib sizi məktəb direktoru təyin etmisiniz, gedib görürsünüz ki, əvvəlki direktor bunu öz fəaliyyət planına daxil edib. Düzdür müəllimə? Mən bu sualı Sağ olun. Bəli, müəllimə. belə xatırlayıram. Gedib və görmüsünüz ki, əvvəlki məktəb direktoru bu fəaliyyət planına bunu daxil edib və siz təəccüblənirsiniz. Bu nə ola bilər? Nə ola bilər? Hə, müəllimlər? Sizi direktor təyin ediblər. Gedib görürsünüz ki, əvvəlki məktəb direktoru fəaliyyət planına bunu daxil edib. Təəccüblənmə 2 istiqamətdə ola bilər də. Gəlin mən sizə istiqamət verim. Bir var, müsbət istiqamətdə təəccüblənəsiniz. Bir də var, mənfi istiqamətdə təəccüblənəsiniz. Biz təəccüblənirik yaxşı mənada, pis mənada. Məsəl üçün, ataların, məsələn, mən bir nümunə göstərim. Məsələn, ataların məktəbə cəlbi çox aşağı səviyyədədir, düzdür? Biz valideyn iclaslarında ancaq anaları görürük. Bütün bunlar hamısı nədən qaynaqlanır? Bağçadan qaynaqlanır. Bağçaya elə ancaq analar uşaqları aparır, gətirir. Sonra ibtidai sinifdən qaynaqlanır. Mən ibtidai sinif müəllimimi xatırlayıram. Valideyn iclası olanda deyirdi ki, ancaq analar gəlsin. WhatsApp qrupu olur, deyir ancaq anaların nömrəsini daxil edin. İbtidai sinifdə ancaq analar, sonra yuxarı sinifdə də ata getməz ki, uşaq özü utanar. Müəllimə, o birdən dediniz fəaliyyət planında nə olur? Onu mən qulaq asa bilmədim. Nələr olur orada? Bir dənə zəhmət olmasa bir də onu təkrar eləyərdiniz də, xahiş edirəm. Məktəbin fəaliyyət planını göndərərəm müəllimə, çox şey olur. Hər bir məktəbin fəaliyyət planı fərdi olur və məktəb hansı sahədə zəifdir, hansı sahədə irəlidir, məktəbdə keçirilən tədbirlər, məktəbdə keçirilən iclaslar, məktəbdə keçirilən metod birləşmələr, yəni hər bir sahə. Məktəbin fəaliyyət planında göndərərəm, orada baxarsınız. Oldu müəllim, çox sağ olun. Siz də sağ olun. Fəaliyyət planında nə olsa təəccüblənərsiniz müəllimlər? Kimsə suala cavab vermək istəyir? Fəaliyyət planında məsələn olsa ki, psixoloqlara da iş saatı, dərs saatı verilməlidir. Ola verilir, onsuz da verilir də. Onlara dərs saatı verilmir. Psixoloq olaraq onlar şagirdlərlə məşğul olurlar. Onlara dərs saatı verilmir. Ən çox psixoloqlar da bundan şikayət edirlər ki, bizə də dərs saatı verilsin məktəbdə. Müəllim, əgər o psixoloqun ikinci ali təhsili varsa, ona dərs saatı verilə bilər. Xeyr, ikinci ali təhsili yoxdur bizdə olan psixoloqun. Onda yoxdursa vermək olmaz. Salam Samir müəllimə, xeyr. Mənim qardaşım özü Axundov adına Pedaqoji Universiteti qutarıb, rus dili müəllimidir. Uzun müddət həm psixoloq kimi, həm də rus dili müəllimi kimi çalışırdı. Hardasa bir 4-5 ildə icazə verilmir. Dedilər, gəl müəllim kimi fəaliyyət göstərməlisən, ya da ki, psixoloq kimi. Ona görə o da dərs saatı az olduğuna görə, psixoloq maaşı az olduğuna görə ondan imtina elədi, rus dili müəllimi kimi davam edir. İcazə verilmir.
İndi hardadır? Bakıda yaşayır müəllimə? Harda yaşayır? Ümumiyyətlə rayondadır. Mən ona görə zəng elədim vaxtı 146-ya. Dedim bəlkə bizim rayonda düzəlib şeylər olurdu. Dedim bəlkə özlərinə belə sərf elirdi. Zəng elədim 146-ya. Onlardan məlumat aldım nazirlikdən. Dedilər ki, yox, həqiqətən elə bir qərar var ki, icazə yox. Ya psixoloq kimi işləməlidir, ya da müəllim kimi. Ona görə o da psixoloqluqdan imtina elədi. İkinci təhsili ola icazə vermədilər müəllimə? Bəli, o universitetində rus dili müəllim kimi bitirmişdi. Sonra müəllim universitetində bir ildə keçib ikinci diplom almışdı psixoloq kimi. Mən bir psixoloq tanıyıram müəllimə. Onun saatları var. Qoy görüm ona bu il veriblər. Onu maraqlanıb yazaram sizə. Müəllimə, mən də bir psixoloq tanıyıram. Fakulteti keçirdim məntiqdən. Məntiqdən şey keçirdi, dərnək keçirdi. Müəllimə, icazə yoxdur. Psixoloq dərs deyə bilməz. Yox, ikinci ali təhsili varsa onu da icazə verir. Olsa da, heç bir halda. Mən onu dəqiq bilirəm. Mən fikirləşdim bəlkə rayonda onlar eləyirlər, elə bəlkə öz başına ola bilər. Amma şəxsən özüm mən ona görə, mən özüm şəhərdə işləyirəm. Zəng elədim nazirliyə, o dedi, hətta mən o qədər hirsləndim özüm idarəm, dedim ki, elə bir şey olar, bu sözsüz kişi müəllimlər məktəbdə işləmirlər, kişi müəllimidir, 5-5 ailə, 3 dənə övladı. Bu elə şey olar, gümrüzünə 2 manat pula psixoloq kimi, dedi ki, qərar belədir. Ona görə zəng elib dedim ki, hə, həqiqətən belədir. Regionlarda, mən sizə bir şey deyim, regionlarda bəzən heç müavinlərə 12 saat dərsi də qoymurlar. Elə ancaq 6 saat ya da 9 saat özlərindən daxili qərar çıxardırlar. Ola bilər bu da nəsə bir daxili qərar olsun. Mən mən onu demədim, müəllimə. Mən heç onu demədim bu rayondadır. Ümumiyyətlə soruşdum ki, belə bir şey qərar var, icazə var. Onlar dedilər ki, yox. İcazə yoxdur. Onda onu yəqin bu ildən eləyiblər, müəllimə. Yox. Harsa bir 4 il, 5 il olar artıq mənim qardaşım işləmir. Axşamı Bəli, bizim də rus dili müəlliməsi, həm də ikinci ixtisas olaraq psixoloq idi. Onu da rus dili dərsini vermədilər. 5 ildir artıq vakanta çıxartdılar. Aydındır. Amma əslində doğru deyil. Müəllimə, bir dənə sual verə bilərəm. Buyurun. Bağışlayın, çox sual verirəm. Müəllimə, elə bir ki, mən bir direktoram da. Mənim üçün mən direktor. Müəllimə, sizin o birinci sualınızı mən bir dənə yekun vurum ki, ikinci suala keçsin. Müəllimlər öz fikirlərini yazdılar. İndi yəqin ki, o SMS hissəsini oxudunuz. Mən öz fikrimi deyim ki, nəyə təəccüblənərdim? Mən öz fikrimi deyim. Məsəl üçün, məktəbin, məsələn, gedib görürəm ki, məktəbin fəaliyyət planında var ki, deməli, digər ölkələrin məktəbi ilə Zoom görüşlər yaratmaq, onlayn dərslər təşkil eləmək, yəni bunu öz fəaliyyət planına daxil eləmək çox yaxşı. Məsələn, ola bilsin ki, Türkiyədə bir məktəblərlə əməkdaşlıq eləsin, eləyə bilər. İnanırsınız, məndə o ağlıma gəldi. Ən çox da nə barəyə? İngilis dilini inkişaf elətdirmək barəyə. Xarici ölkədən bura müəllimlər də dəvət oluna bilər də. Misal üçün, bir həftəlikmi, 2 həftəlikmi gəlsinlər uşaqlarla görüşmü? Onu artıq məktəbiniz publik hüquqi şəxs olduqda, bu məktəbinizdə maliyyə vəsait ayrıldıqda, siz onu eləyə bilərsiniz. Öz maliyyə vəsait hesabına məktəbinizin inkişaf etdirilməsi üçün onu eləyə bilərsiniz. Amma bu elektron şəkildə Zoom-la deməli Türkiyənin, məsələn, qardaş ölkənin hər hansı bir məktəbi ilə əməkdaşlıq etmək bu çox yaxşı nəticə olar. Sonra indi Alman dilidir, Çin dilidir, Koreya dilidir. Uşaqlar buna daha çox maraq göstərirlər. Məsələn, mənim qızım o gün görürəm ki, Çin dilinə maraq göstərir. Nə salam, necəsən? Bunu Çin dilində yazır. Görürəm ki, marağı var. O nə bilim, özündən yaranıbdı o maraq. Uşaqların marağı var. Məsələn, Yaponiyadakı olan məktəblərlə nəsə bir əlaqə yaratmaq olar. Bu yenilikdir də, düzdür. Bu mənə təəccüblü ola bilər. Yaxşı, mən ikinci sualınızı verin. Misal üçün, mən bir direktor keçmişəm. Direktor keçəndən sonra məktəbdə ümumi valideyn iclasında keçirirəm. Və qərar qoyuram ki, yəni qızlar, bizim məktəbdə qızlar saçlarını açıq qoyurlar. Mən ona çox acıqlanıram. Çünki dərsdə ancaq saçları ilə oynayırlar. Yəni ki, hörüksüz, bantiksiz, bir də geyimsiz məktəbə gəlməsinlər də. Valideynlərlə də bunu müzakirə edib deyirəm ki, bax, bu bizim qəti qərarımızdır. Bu cürə gələn uşaqları dərsə qoymayacağıq. Və biz bunu qapıda, biz bununla bir də baxır ki, uşaq saçını açır, geyimi də elə ki, uşaqlar var ki, məktəbli geyimi geymirlər. Mənim bir hüququm çatırmı ki, bunu, bax, bu qaydanı qoyandan sonra onu dərsə boşlamayım. Deyim, get, əynini dəyiş, məktəbli geyimini geyin, gəl. Müəllimə, siz haralısınız?
Hə, müəllimə deməyim də qrupda adam çoxdur. Onsuz da bildilər haralısınız, danışığınızda. Müəllimə biraz necə deyim, bu şəxsdə danışarıq müəllimə. Deməli, biz məktəb rəhbəri olaraq, bizim vəzifə borcumuzdur ki, şagirdlərin məktəbli geyiminə, saçına, yəni onların şagird davranış qaydalarına uyğun şəkildə məktəbə gəlməsinə nəzarət edək və bunu tələb edək. Buna ixtiyarımız var müəllimə. Amma Hə. bir məktəb direktoru var ki, bir də görürsüz ağlından keçir ki, o saçı uzun elə olanlar var ki, saçı uzun olurdu, onları kəssin. Belə iş qətiyyən eləməyin ha. Uşaqların saçını kəsmək, eləmək. Mən heç kimin şəxsiyyətinə toxunmaram. Sadəcə Ürəyə fikrimi salmaq. bildirirəm. Onu çağırıb ayrı otaqda fərdi danışmaq olar, amma uşaq yanında, başqasının yanında olmaz müəllimə. Buna O konfidensiallığı pozulmuş sayırıq axı onda. bəli. Hı. Bəli, məktəb çox Müəllimə, üzr istəyirəm, həm də bundan ötürü deyəsən yaşıl kart, sarı kart, qırmızı kart bunlar da çıxdı axı. Elə bilirəm ki, bu davranışa görə onlar da həmin o saç məsələsi, dırnaq, hər şey gigiyena, özünü aparmaq, zəng vaxtı, tənəffüs vaxtı, nə bilim dərs vaxtı, müəllimlə münasibət, onlar hamısı elə bilirəm o kartlarda öz əksini tapacaq. Yəni onlarda var. Təklif edərdik ki, o kartlar daha da sərtləşdirilsin və bir şagirdin balından çıxılsın. Yəni bu kartları yığıb, bunun bir faydası olmayandan sonra inanın ki, uşaqlara o adi gələcək. Uşağı polislə qorxutmaq olmur. İnanın ki, uşaqlara deyin ki, sizi polisə verəcəm, heç qorxmayacaqlar, sizə güləcəklər. Çünki bir onun cəzası yoxdur da. Yəni bunun bir balından çıxılmalıdır. Mən keçən universitetdə magistraturaya gedəndə mən bilirdim ki, dərsə geciksəm, müəllim qaybımı yazacaq və müəllim qaybımı yazandan sonra 2 dənə qayıb mənim bir balımı silir. Mən 10 dəqiqə tez gedim dərsə çatırdım. Bunun da nəsə bir limit olmalıdır ki, bu cəza mütləq lazımdır. Tahirə müəllimə, sonuncu sualı da verim. Rəhbər işə gecikərsə, məsəl üçün direktorsuz, işə gecikirsiniz. Bunun acil cavabını qrupa göndərmişəm. Siz zəng vurub müavinizə məlumat verməlisinizmi ki, mən gecikirəm, tutalım ki, səbəbini də deyirsiniz ki, nə bilim tıxac oldu, uşağın xəstələnir. Səbəbini demirik, amma məlumat veririk. Bəli, məlumat verməlisiniz. Çünki məktəbin idarə edəni sizsiniz də, düzdür? Siz olmadıqda məktəbin ikinci idarə edəni məktəbin təlim-tərbiyə şəxsi direktor müavinidir və onun məlumatı olmalıdır. Amma siz izahat vermirsiniz, düzdür? Çünki izahatı siz region qarşısında, nazirlik qarşısında verirsiniz, işçilər qarşısında izahat vermirsiniz. Əgər izahat versəniz, tutalım ki, hər dəfə səbəbini deyirsiniz, nə üçün gecikirsiniz. Onda nə yaranır? Bəhanə gətirmək yaranır. Heç kim Sonra inanmır. dedikodu yaranır. Ona görə bunları gizli saxlasaq daha yaxşı olar. Rəhbər məlumat verməlidir, izahat verməli deyil. Çünki bu həm hörmət, həm də məsafə saxlamaq Onu gücsüz kimi göstərir həm də. Bəli, bir idarəçilik üslubudur. Açıqlama verməyinizin zaten faydası da yoxdur. Çünki işçi bunu nə açıqlama versəniz də bəhanə kimi edəcək. Sonra özü gecikəndə artıq necə deyim, o sizdən qarşı tərəfdən sizdən onu O da bəhanələri gətirəcək və beləliklə bir xaotik bir vəziyyət yaranacaq. Tahirə müəllimə, mən özüm müsahibədə olanda mənə sual vermişlər ki, nə üçün bəs direktor olmaq istəyirsən də? Onda mənim gənc 28-29 yaşım var idi. Mən onda belə müsahibə dərsləri yox idi. Ümumiyyətlə bilmirdim nə sual veriləcək. Məhəbbət xanım mənə bu sualı vermişdi. Demək mən onda dedim ki, yəni mən uşaq yaşlarımdan seçilirəm. Məktəb sinif şagirdləri arasında, universitet tələbəlik yoldaşlarımın arasında, yəni seçilirdim. İdarə etmə qabiliyyətinə görə seçilirdim. Nəsə bir şey olanda təşkil etmək. Yəni bu mənim sanki qanımda olur. Ümumiyyətlə alimlər hələ tam sübut elə bilməyiblər ki, bu insanda olan bu liderlik qabiliyyəti sonradan formalaşır, yoxsa bunun qanında, canında olur. Daha çox liderlik insanın özündə olmalıdır. Sonra daha sonra sən onu təkmilləşdirirsən. Elə insan var ki, neynəsən də, məsələn, çox yaxşı şagirdlər yetişdirir, amma məktəbi idarə edə bilməz. Yəni bu mümkündür. Amma lider odur ki, bu sənin artıq səs tonunda artıq bu necə bir özə verir müəllimə. Bu belə. Sonra indi Tahirə müəllimə sizlə sağollaşım. Keçin başa. Buyurun. Mən kim istəyir sual-cavabda iştirak etmək? Mən bilmək istəyirdim.
Lamiyə müəllimə. Sizin kitabınızda Hə. statlarla bağlı, yəni məktəb daxili işlərlə bağlı, sənədlərlə bağlı məlumat var. Məktəb daxili sənədlər 14 dənə tədris pedaqoji sənəd var. Onun haqqında məlumat var. Yəni məsələn əvəzçilik dərsi əvəzçiliyi nə cür baş verir? Yəni bunlar haqqında məlumatlar qeyd olunub. Praktik bilikləri soruşursunuz müəllimə. Yəni formal olaraq yəni bu əvəzçilik nə cür Onlar hamısı sənədləşdirilir? qeyd olunub. Bəli. 14 tədris pedaqoji sənəd haqqında məlumat var müəllimə. Amma siz praktik yönümdən soruşursunuzsa, onu ancaq gedib praktikada öyrənə bilərsiniz. Həm də indi artıq buraxılan və əvəz edilən dərsdən çoxlu kitabı o da tarixə qovuşur. Çünki elektron jurnalda artıq buraxılan və əvəz edilən dərslər elektron jurnalda qeyd olunur. Siz Bakı məktəbisiniz yoxsa region məktəbisiniz? Abşeron məktəbi. Elektron jurnal var sizdə? Hələ ki kağız jurnal var, elektron jurnallar tətbiq olunmur. Yəqin gələn Yəni ildən artıq deyirlər. tətbiq olunar. Yəqin Bəli. gələn ildən artıq tətbiq olunar. Belə, Amma Lamiyə hal-hazırda Müəllimə, olar bir sual da verim mən. buyurun. Müəllimə, biz direktorlar müsahibəsi imtahanına gedəndə direktora aid nə iş var, hamısını bilməliyik, yoxsa necə? Praktik Yəni hazır biliklər gəldik ki, deyirsiniz. Praktik biliklər praktikdə məsələn, bəli, tutaq ki, keçdim imtahandan, məsələn, keçdim imtahandan, mən gedib direktor kimi hər şey işləməyi bilməliyəm, yoxsa mən işləyəndən sonra onu O öyrənməliyəm? mümkün deyil. O cür sualları direktor əvəzi işləyənə verirlər. Məsələn, bax Lamiyə müəllimə artıq direktor əvəzi işləyir. Ona məktəb daxili sənədlərinin işlənilməsi, o haqqda sual verilə bilər. Çünki sənədlər artıq onun əlinin altındadır. O suallara cavab verməlidir. Amma bir müəllim olaraq tutalım. Müəllim olaraq siz axı əmr kitabı əlinizdə yoxdur, pedaqoji şura kitabı yoxdur. O haqqda sual verməyəcəklər. Amma sizə pedaqoji şuraya nələr daxildir, nələr yazılmalıdır, hansı məsələlər yazılmalıdır. Hansı ki, mən o keçdiyim sənədlər ki var, mən orada sizə öyrədəcəm. Onları bilməlisiniz. Aydındır. Onları bilməlisiniz. Lamiyə müəllimə, buyurun, gəlin, 15 dəqiqə vaxtımız var. Sizi də müsahibə edək. Necəsiniz Lamiyə müəllimə? Çox sağ olun. Siz necəsiniz müəllimə? Mən də yaxşı. Müsbət cavab gəlib də sizə də, eləmi? Bəli, müsbət cavab gəldi. Təbriklər. Təşəkkür edirəm inşallah. Real Təbrik namizədsiniz, real namizədsiz. İnşallah. Ballarınız yüksəkdir. Sertifikasiya nə qədər? 53, ümumi 86. Ümumi 86 bal, deməli və indi neçə aydır? Bir 3 ay olar artıq işləyirsiniz müəllimə, yoxsa 2 ay? 3 ayım 24-dür, 22-si tamam olacaq, növbət dəfə uzadılmışam. Artıq 3 aya keçdi, 3 aya tamam oluruq da Lamiyə müəllimə. Ayın 22-si bəli. O gün elə bil mənə demişdiniz ki, müəllimə məni təbrik edin, mən artıq direktor əvəzi işləyirəm. Zaman elə tez gəlib keçir həqiqətən. Tamam edirəm. Məktəbə bax sizə necə sual verəcəklər? Siz artıq 3 aydır direktor əvəzi işləyirsiniz. Sizə artıq plandan nə iş gördünüz müəllimə? Sizə bunu sual verəcəklər, düzdür? Getdiniz nə etdiniz? Məktəbinizi necə təhlil elədiniz? Hansı səviyyəyə apardınız məktəbinizi? Çatışmayan cəhətlər nədir? Nələri getdiniz, düzəltdiniz? Bunlar haqqında sual verəcəklər. Buyurun müəllimə. İşlədiyim fəaliyyətdə şagirdlərin xüsusən 4, 6 və 9-ların nəticəsi yüksək olsun deyə məktəb daxili öz məktəbimizin hazırladığı müəllimlərin suallar monitorinqlər keçirilir, şagirdlərin nəticələri təhlil olunur, zəif şagirdlər üzərində işlənilir. Şəxsən özüm kurikulumu belə deyək, yaxşı bildiyimə görə və kurikulum tədris etdiyimə görə müəllimlərin dərs dinləməsində iştirak edirəm və müəllimlərin kurikulum metoduna uyğun keçirilməsində birbaşa özüm belə deyir, rol oynayıram, onlara köməklik eləyirəm. Öz büdcəm daxilində çalışıram ki, məktəbimizin proyektorundan, digər əşyalarla belə deyək, təmin olunsun. Müəllimlərə şəxsən özümün aldığım proyektor məktəbimizə hədiyyə etmişəm. Müəllimlərimiz ondan istifadə edirlər. Şagirdlərin daha yaxşı öyrənməsində belə deyək, rol oynayırlar. Sonra aktiv müəllimləri, gəldiyim müddətdə aktiv müəllimləri mükafatlandırmaq üçün onlara sertifikatlar, onların fəaliyyəti üçün belə deyək, əlimdən gələn etməyə etmişəm. Yüksək nəticə toplayan şagirdlərimizin motivasiya olmaq üçün onların monitorinq nəticələrinə uyğun olaraq onları olimpiyadalarda rol oynamaq üçün belə deyək, mentor müəllimlərin köməyinə yönləndirmişəm.
Məktəbimizin ümumi olaraq şagird belə deyək davamiyyətində böyük problemlər var idi ki, deyərdim ki, 2 dəfə 50% yüksəlib bu proses. Şagirdlərin məktəbə, valideynlərin məktəblə əməkdaşlığını daha da sıxlaşdırmışam. Birbaşa özüm valideynlərin fikirlərini dinləyirəm, onların məktəblə bağlı təkliflərini nəzərə alıram. Düşüncələrinin mənim üçün mühüm rol oynayır. Sonra məktəbimizin ümumilikdə artıq müəllim psixologiyasında məktəbimizdə bir evimiz, bir ailəmiz. Biz bu məktəb bizim kiçik yaşlı şagirdlərin gələcəyi üçün mühüm bir hissə olduğuna görə onları bu psixologiyada artıq formalaşdırmışam ki, bizim əsas məqsədimiz buradan maaş əldə eləmək deyil, xalqımızın, ölkəmizin gələcəyinin, rifahının güclü olmağı üçün güclü vətəndaşlar yetişdirməliyik. Lamiyə müəlliməm, maşallahlar olsun, həqiqətən də. Bax, indi sizlərə mən inanıram ki, müsahibədə bunun bir 10 qatını deyəcəksiniz. Çünki onda lap belə, məsələn, bilsəz ki, filan tarixdə artıq müsahibədə, artıq siz özünüz üçün artıq sualları Bəlkə də. siz daha ətraflı danışacaqsınız və mən buna əminəm, güvənəm. İlk gündən demişəm də Lamiyə müəllimə, yadınıza gəlir. İlk gündən demişəm ki, siz direktorsunuz da, gələcəyin direktorsunuz. Həqiqətən mən şəxsən istəyirəm ki, mənim sizin kimi direktorum olsun. Həm gənc qadınsınız, enerjiniz var. Ümumiyyətlə cənab prezidentimiz də gənclərin rəhbər olmasına üstünlük verir. Çünki siz daha enerjilisiniz, düzdür? Siz yorulmursunuz. Sizin ideyalarınız daha çoxdur, məktəbə daha çox faydanız var. Burada indi hansı minus, hansı plusda olar deyəcəm. Bax, kurikulumu tədris edirsiniz. Harda tədris edirsiniz kurikulumu? Kurrikulum deyərdim ki, öz YouTube şəxsi səhifəmdə və təmənnasız hətta məktəb müəllimlərimin də, onların və digər məktəblərimin, öz məktəb müəllimlərimin sertifikasiyasında yaxşı nəticə toplanmaq üçün və onların dərs keyfiyyətlərinin yüksəldilməsi üçün elə məktəbimizin hətta belə rəhbər olmamışdan əvvəl də məktəbimizin müəllimlərinə köməklik göstərdim. İstər online, istər əyani şəkildə müəllimlərimizə təmənnasız əlimdən gələn köməkliyi edirdim və deməli, siz bax deyir, öyrətmək özü 2 qat öyrənmək deməkdir. Yəni siz kurikulumu o müəllimlərə öyrətməklə özünüz 2 qat öyrənirsiniz. Bunu edirsiniz, amma təlimçi sözü deməyin də, yaxşı? Deyin ki, təlimçi demədim. kurikulumu deyin ki, daha dərindən öyrənmək üçün mən bunu çalışıram müəllimlərə də öyrədim. Çünki öyrənməyin özü 2 qat, öyrətməyin özü 2 qat öyrənmək deməkdir. Bu uşaqlara sertifikat verməyiniz əladır, onları stimullaşdırır, müəllimlərə də verə bilərsiniz. Yəni nəticəsi, məsələn, davamiyyəti yaxşı olan müəllimlərə, yəni mən hal-hazırda özüm müəllimlik etdiyim, hal-hazırda özüm uzun müddət, yəni 5 il, 4 il müəllimlik etdiyim məktəb direktor əvəzləyici işlədiyimə görə müəllimlərimizin bir çoxunun keyfiyyətindən xəbərdardım, lakin bunların qiymətləndirilməməsi rəhbərlik tərəfindən daim mənim üçün belə narahat edici olurdu ki, yəni bu insanın daha da motivasiya eləmək lazımdır. Şükür, çox təşəkkür edirəm öncə cənab prezidentimizə və təhsil nazirinə, sonra bizim təhsilin dəyərli işçilərinə ki, məni uyğun bilib direktor əvəzləyici kimi seçmişlər. Buna ilk olaraq bu həmin müəllimlərim, özüm kimi həvəsli müəllimlərin daha da həvəsli olub, daha da yetişdirici formalaşmaq üçün ilk işim onları motivasiya etmək oldu. Bir dənə də motivasiya məndən gəlsin. Direktor olandan sonra deputatlığa gedərsiniz. Mən dedim ki, Lamiyə müəllimə, olimpiyadaya layiq olan şagirdləri mentor müəllimlərə yönləndirmək. Əladır. Bu mentor müəllimləriniz öz məktəbinizin müəllimləridir də, yəqin ki, bir neçəsi bizim məktəbimizin müəllimləridir. Lakin mən həmişə açıq fikirli insan olmuşam. Biz başqa məktəb müəllimlərindən də müraciət almaq o demək deyil ki, biz heç nə bilmirik və yaxud da ki, biz hər şeyi daha yaxşı bilirik. Daim araşdırmağa qarşı meyilli olmaq lazımdır və daim əməkdaşlıq üzərində prosesimizi davam etdirmək lazımdır. Lamiyə müəllimə, deməli, region üzrə başqa məktəblərlə əməkdaşlıq eləmək çox yaxşıdır. Məsəl üçün, bu KSK, BSK sualların hazırlanmasında da siz bundan istifadə edə bilərsiniz. Tutam ki, filan məktəbə deyin ki, fizika suallarını, məsəl üçün deyirəm, Azərbaycan dili suallarını siz hazırlayın, riyaziyyat suallarını biz hazırlayaq. Biz riyaziyyat suallarını sizə verin, siz də Azərbaycan dili fənninin BSK suallarını siz bizə verin. Beləliklə, məktəbin müəllimlərinin o suallardan xəbəri olmayacaq.
Çox yaxşı. Eyni zamanda sizin belə keçən ki bizim əməkdaş belə deyək direktor əvəzi dostlarımız var ki sizin qrupunuzda Rüfaniyə müəllimə hal-hazırda direktor əvəzləyici işləyir. Məsələn biz onunla elə qarşılıqlı sual bölüşürük. Əla, əla. Amma burada bir dənə mənfi bir şey dediniz Ay Lamiyə müəllimə. Hansı ki məndə mən sizə o sualı verməyəcəydim. Müsahibəni elə yönəltdiniz ki, mən o istiqamətdə sizə sual verirəm və bu sizə mane ola bilər. Sizcə nə idi o? Burada Əşya proyektorumu vurğulanmağı, əşyalarımı və nə üçün məktəbimizin proyektor alırsınız ki, məqsədiniz nə? Ona məqsədimiz odur ki, məqsədim odur ki, həqiqətən də mən bu rəhbər işlədiyim, əvəzləyici işlədiyim gündən özüm üçün bunu bir belə deyək, şüar hesab eləmişəm. Mənim ilk düşüncəm maddiyyat deyil, iz qoymaqdır. Bu da xüsusən öz dövlətim və vətənim üçün iz qoymaqdır. Yəni mən ona belə deyək, əgər o bir əşya kimi, kiməsə gözünə əşya ola bilər. Amma bizim şagirdlərimiz o maraqlı bir hələ rayon yerisə, kənd yerisə, maraqlı bir motivasiya edici bir cihazdır, bir təhsil avadanlığıdır. Mən onları bu həvəsi gördüyümə görə onları daha da maraq oyasın deyə həmən dərsə, həmən fərnə, hansı ki dərslərə şagirdlərin bu texnologiya dövründə marağı az olmağına baxmayaraq, onlarda bir o stolda oturmaq, müəllimi dinləmək üçün bir kiçik bir motivasiya yaransın. Müəllimə, amma öz büdcəniz hesabına bunu almağınız bilirsiniz nə deməkdir? Siz o büdcəni hardansa çıxardacaqsınız da müəllimə. Hə, başa düşdüm. Təmənnasız deyim onda. Təmənnasız. Hə, ya nə bilim valla hər şey yaxşı idi. Bir dənə bu elə elin ki pul söhbəti olmasın. Bir də eləməliyəm. Oldu, başa düşdüm. O hissəni qoy kənara. Cümlənizi elə qurun ki, ora gelib maddiyyata köklənməsin. Çünki bu yəni heç kim inanmır. Xeyr ola siz öz cibinizdən proyektor alasınız. Müəllim olanda almadınız, direktor olanda aldınız. Hə, Nurani müəllimə. Mənim axşamınız İlk bunu daim fikir verəcəm. Aha, buyurun Nurani müəllimə. Sualınız var? Axşamınız xeyir. Bəli, mən burada bir şey toxunmaq istəyirəm. Yəni proyektor məsələsi müəllimə deyəndə mən də biraz düşündüm. Çünki burada belə bir şey var. Bu proyektorla mən bildiyim qədərilə də bütün məktəblər təmin olunur. İndi bilinir necə gəlib çatan da var, çatmayan da var. Yəni bu Bizim məlum məktəbimizdə məsələdir. var. Lakin məsələn bu bir dənədir və hal-hazırda da indi onu demək düzgün çıxmaz. Müsahibə üçün demirəm, ümumi cümlə bildirəm. Ki yaxşı işləmir. Mən də onu demək istəyirəm də. Yəni məsələn bizim məktəbdə yox idi, bizdə də kənd məktəbidir. Məsələn bizim məktəbdə yox idi. Yəni bu ilə qədər gəlib çıxmamışdı. Bizim direktorumuz yeni direktordur, 2 ildir işləyir. Yəni o bizim məktəbə gələndən bütün maddi avadanlıqların hamısından belə deyək də dövlətin hesabına, yəni dövlət kimi məktəblər üçün nə maddi resurslar ayırıb hər biri ilə məktəbi təmin elədi. Yəni heç bir büdcə ayırmadan da özü o nə lazım idi yazdı. O təchizata, Tikinti və Təchizat İdarəsinə elektron qaydada məktub yazıb, yəni necə deyim, dəfələrlə müraciət eləyib. Bu az iş deyil. Əgər 2 il ərzində məktəbimizi mən də onu demək istəyirəm ki, onsuz da bu məktəblərdə çatışmayan təchizatlar onsuz da avadanlıqlarla təchiz olunur da. Bəli. Nəsə müəllim, gəlin davam edək. Mən də Lamiyə müəllim fikirdəydim. Bir dəfə yadınızdadır, sizdə bir müəllim çıxış elədi. O dedi ki, öz direktor işləyirəm. Direktor işləyəndə kameralarla öz büdcəm hesabına kamera alıb vurmuşam. Siz onu irad tutandan sonra düşündüm, mən də əslində Lamiyə müəllim fikirdəydim ki, öz büdcəm hesabına şagirdlərə görə, dövlətimin uşaqları da ona görə nə isə eləyərəm, amma siz onu irad tutursuz ki, olmadı dedim. Nurani müəllimə, bax siz müəllim, neçə ildir müəllim işləyirsiniz? Ora bir dənə proyektor qoymuşsunuz, direktor olan kimi proyektor qoyursunuz. Qoymuşam, aynen, özümü almışam demək. Mən özüm eləyəm. Əgər müəllim işləyərək qoymusunuzsa, hə, lap yaxşı. Yəni müəllim işləyə bunu etmisiniz, sonra direktor işləyən davam edirsiniz, hə, bu məqsədə uyğundur. Amma neçə il müəllim işləyirsiniz, etməyib, direktor işləyən kimi qoyursunuzsa, biraz məsələni başqa yerə aparır da. Mən istəmirəm ki, artıq sizə suallar versinlər. Lamiyə müəllimə, 2026-cı il nə il idi? 2026-cı il. Memarlıq və şəhər salma idi. Şəhər salma və bəs 2025-ci il? 2025-ci il konstitusiya suverenliyi. Uşaqlısınız müəllimə, başa düşürəm. Onda yaxşı, siz uyğun deyilsiniz. Bir dənə müəllimə, siz dediniz ki, sizə əlavə sual verə bilər. Mənə əlavə cavab verə bilməsən belə, əlavə nə sual verə bilər, onu zəhmət olmasa vurğulayardınız.
Başa düşmədim. Dediniz ki, məsələn, direktor əvəzləyici kimi işləyənlərə daha əlavə sənədləşmə sual verə bilərlər. Mən necə oraya biraz takıldım ki, nə deyə bilərlər? Sənədləşmə ilə bağlı deyirsiniz? Bəli. Məsələn üçün, sizdə hələ ki əmr jurnalı yoxdur da. Otis əmr jurnalının inteqrasiya olmayıbdır, düzdür? Sizdə əmr kitabı var. Bəli, əmr kitabı var. Əmr kitabına nələri yazmalısınız? Hansı əmrləri yazırsınız? Hansıları əmrləşdirirsiniz? Əmrlə məktəbdə belə əmr şəklində qəbul olunan bir çox şey, məsələn, işçinin işdə olmamağını, işçinin məktəb daxili monitorinqin keçirilməsini, işçinin xəstəliyə çıxmasını, xəstəlikdən qayıtmasını, hal-hazırda seçki ilə bağlı bizdə seçki ilə bağlı deməkdə seçkidə olmağını, seçkidə olan müəllimin dərsinin digər müəllimə bölünməyi, ehtiyac yaranarsa cədvəlin müvəqqəti cədvəlin qurulmağı pedaqoqiyaya qaldırılıb əmrləşdirilir. Bu kimi. Hansı halda müvəqqəti cədvəl qurursunuz müəllimə? Hansı halda məsələn hal-hazırda ehtiyacımız var ki, müəlliməmiz, tarix müəlliməmiz 2 həftəlik bir seçki ilə bağlı işdə olmur. Onun bir dərsi toxuşur. Buna görə pedaqoqiyaya iddia qaldırdıq və bir müəyyən bir müddətlik bəli. Və yaxud da ki, xəstəliklə bağlı müəllimə çıxır, digər müəllimə əvəzləyici veririk, onun dərs adına toxuşarsa, yenə pedaqoqiyaya iddia qaldırılıb, qərar qəbul olunub da əmr kitabında bildirilir ki, filan səbəbdən filan vaxta qədər dəyişməyə məcbur qalınır. Bəli, Lamiyə müəllimə, biz ümumiyyətlə dərs cədvəli il boyu dəyişməz olaraq qalır, müəllimin dərs bölgüsü, məktəbin ümumi dərs cədvəli. Amma belə situasiya yaranda biz müvəqqəti cədvəl tuta bilərik. Bunu da siz əmrləşdirirsiniz. Dərslər toxuşanda, müəllim olmayanda, ezamiyyətdə, məzuniyyətdə olanda biz onu edə bilərik. Ezamiyyət dedi, müəllimlər heç ezamiyyətdə də göndərmirlər, göndərsələr çox yaxşı olar. Lamiyə müəllimə, təhsilin pillələrini sayın. Təhsilin pillələrini. Var təhsilin pilləsi, var təhsil alma pilləsi. Təhsilin pilləsi məktəbə qədər ümumi təhsil, ali təhsil, orta ixtisas təhsili, peşə təhsili. Təhsil pilləsi ilə təhsil alma pilləsi nə idi müəllim? Elə bir şey var. Siz təhsil forması ilə təhsil alma formasını qarışdırırsınız. Ola bilər. Bilirsiniz, uşaq orada ağlayır, qarışdıra bilərəm. Bildim. O gün TikTokda bir video görmüşəm. Deyir, anam karyera qurur, məni hər səhər nənəmgilə aparır. Mənimki o vəziyyətdir. Elə hamımızda o vəziyyətdir. Lamiyə müəllimə, deməli təhsilin pillələri oldu ki, məktəbə qədər, ümumi təhsil, məktəbə qədər təhsil, ümumi təhsil, peşə təhsili, orta ixtisas, bir də ali təhsil. Bu pillədir. 5 dənə pillədir, düzdür? Və bu 5 pillə arasında fasiləsizlik, varislik prinsiplərinə əməl olunur. Fasiləsizlik odur ki, orta məktəbi qutaran ali təhsilə gedir. Düzdür? Orta məktəbi qutarmayan ali təhsilə gedə bilməz. Varislik də odur ki, biz öyrəndiklərimizi gənc nəslə nə edirik? Öyrədirik. Bəs təhsilin səviyyələri hansıdır? Ümumi təhsilin səviyyələri. Ümumi təhsilin səviyyələri hansıdır? Ümumi təhsilin səviyyələri məktəbə hazırlıq səviyyə deyildir. İbtidai təhsil, ümumi orta təhsil, tam orta təhsil. Məktəbə hazırlıq mərhələ, ümumi orta və tam orta təhsil. Bunlar hamısı təhsilin nədir? Ümumi təhsilin səviyyəsidir. Müəllimə, sizin regionda mərkəzləşdirilmiş bir məktəb varmı ki, orada ancaq təmayüz sinifləri olsun, 10-11-lər olsun? Yox. Listelərimiz var, amma təmayül sırf hansı region? Qazax Tovuz idi müəllimə. Hansı region idi? Bəlkə Tuisi məktəbidir. Amma yox, tam elə rəsmi məlumatım yoxdur deyim haqlı, yəni sırf bu məktəb. Hər rayonda mərkəzləşdirilmiş bir məktəb var. Məsələn, Quba Xaçmazda bilirəm var. Sonra Abşeron Xızıda var, Bakıda yoxdur, Şəki-Zaqatalada var. Deməli, məktəbi tamamilə bağlayıblar. O məktəbin şagirdlərini və müəllimlərini başqa məktəbə yerləşdiriblər. 10-11-ci sinif təmayül siniflər saxlayıblar. Orada ancaq təmayül siniflər fəaliyyət göstərir. O təmayül siniflərə də deməli kim istəyirsə ərizə ilə qəbul olunur. Fərqi yoxdur, balı aşağı oldu, balı yuxarı oldu, amma orada dərs deyən müəllimlərin MİQ diaqnostik sertifikasiyaya bağlı 85%-dən yüksək olmalıdır. Yəni minimum 51 balı olmalıdır. Bakıda yoxdur amma Bizdə də var.
Milmohan regionalda da var. Müəllimə bizim rayonda bu il 4 saylı məktəb var. Orada da təşkil olundu. Sorğu keçirildi. 51 plus müəllimləri cəlb elədilər. Sırf 10-11-ci sinif və 9-cu sinifdən nəticəsi yaxşı olan şagirdləri yüksək olan belə deyək. Orada bir dəqiq bilmirəm neçə faiz qoyublar 9-cu sinif imtahanına nəticəni. Orada da deyəsən amma bu il əldə necə? Milmohanda 150 balda. 150 balda Aha, bəli, onu təxminən mən də 150 bilirdim, amma dəqiq bilmirdim. Yəni ora qəbul elədilər, orada da 10-11-lərdə sırf təmayül sinifləri kimi də, yəni belə deyək, blok imtahanına uyğun olaraq dərslər keçirilir. Bir də ki, distant təhsilə keçəcək bir çox rayon məktəbləri, əgər o məktəbdə ixtisaslı müəllim yoxdursa, həmin rayon üzrə bir dənə məktəb seçiləcək. Orada tutam ki, bir nömrəli məktəbdə fizika müəllimi yoxdur, amma 2 nömrəli məktəbi mərkəz olaraq seçiblər. Həmin o bir nömrəli məktəbin fizika tədrisi 2 nömrəli məktəbə həvalə olunacaq. Distant şəkildə uşaqlar həmin müəllimin fizika dərsinə qoşulacaqlar. Yəni da o yaxın fənlərin birləşdirilməsinə icazə verməyəcəklər. Bu da belə. Lamiyə müəllimə, kütləvi qəbul neçənci siniflərdə aparılır? Məktəbə qəbul neçənci siniflərdə aparılır? Lamiyə müəllimə yəqin çıxdı, hə? 1-10-cu siniflərə. Bəli, 1 və 11-ci, 1 və 10-cu siniflərə. Bir də liseylərə 5-ci sinifdən, düzdürmü müəllimə? Liseylərə əgər qəbul olarsa, şəkildə qəbul deyil. 7-ci sinifdən başlayır. O müsabiqədir. Bəli, liseylərə 7-ci sinifdən. Bizim məktəb lisey olduğuna görə gələndə liseylərə 7-ci sinifdən bizdə qəbul olacaq. Bəli. Onu keçən elədilər. 5 də var bildiyim qədərilə. Keçən il elədilər, sonra valideynlər gördünüz, nazirliyin qarşısına yığışmışdılar. Elə oldu. Elə bizdə də 5, 6, 7 idi. Bu illik icazə verdilər o valideynlərə görə ki, bəs biz çoxdan uşaq açlaşdırıb belə. Ona görə gələndən 7-ci sinif olacaq. Artıq bu indi üzü yayda imtahan olur da. Səhv etmirəmsə iyundamı ya iyuldamı imtahan olur. 5-6 sinif yox, birbaşa 7-ci sinifə qəbul olunacaq. Amma mən belə fikirləşirəm ki, niyə onu elə elədilər? Yox, əslində müəllimə mən də elə fikirləşirəm ki, bu düzdür. Həm müəllimlərin dərs saatının azalması, həm məktəb nə formada olar. Ümumiyyətlə ibtidai sinif olmayanda o məktəb onsuz da biraz belə necə deyim, maraqsız görünür. Bu qərarı mən eləyirəm. Bir yerə gəlib çata bilmirəm ki, niyə belə elədilər. Yəni o da deyir 2 dənə sinif açılacaq ya 3 dənə sinif açılacaq. Orada nə saat olacaq, o müəllimlər nə olacaq? Bunu mən özüm də başa düşmürəm ki, niyə belə eləyirlər bunu? Bunu ona görə eləyiblər ki, yəni fikir belədir ki, uşaqlar 4-cü sinifdən ibtidai təhsili bitirəndə psixoloji tam hazır olmurlar və 5-ci sinifdə biraz problemlər olur da bizdə. Həqiqətən elədir də. 5-də görürsüz ki, uşaqlar biraz nə bilim, həmişə ki müəllimin, ibtidai sinif müəllimin yanında olurlar. 5-də daha uca sərbəst olanda problemlər yaşayır da həmişə. Bəs 6-nı yığışdırdılar. Yox, onlar yəni psixoloqlar deyir ki, 7-ci sinifdən uşaq tam uca formalaşmış və liseydə yalnız uca belə deyək də, yəni tam dərkələyəndə, artıq bilir nə istəyir. Fundamenti uca bərkdir, yəni rahat oxuyur və liseydə uca hansısa istiqamət yəni seçib özü üçün o istiqamətdə gedir. Gedə bilər. O belədir. Yəni belə deyək də, mən bu liseylərin qəbulunda olmuşam, yəni belə deyək də, həm də o işlə məşğul olmuşam və bilirəm, yəni ki, niyə görə, yəni bizə də, yəni biz də keçən il heç bilmirdik, birdən-birə dedilər ki, yəni 5-dən qəbul eləməyəcəklər. Ta axıra qədər saxladılar, sonra dedilər, yox, işləməliyik və 5-dən qəbul olacaq. Müəllimlərimiz ixtisara düşəcək onda. Görün 5-6 sinif fənlər getdi. Yox, bizdə belədir ki, bizim Tərəqqi liseyində, yox, bizdə ibtidaidən başlayır. Amma bizim yanımızda 295 nömrəli lisey var. O başlayırdı 5-ci sinifdə. Əlbəttə ki, indi bilmirəm də saat azalacaq da, saat azalacaq. Sonra da bilirsiniz, məsələn üçün pensiya çıxırlar da müəllimlər. Onun saatı, hətta indi bölünəcək də, bəli, kompensasiya olacaq. Bəli, olur. Oldu müəllimlər, dərsimiz bitdi.
Növbəti dərsimiz həftənin bu gün neçənci gündür? 1-ci gündür. Bir də 4-cü gün olacaq. 4-cü gün olacaq. Materialı göndərəcəm. Yeni material göndərməyəcəm. Nəyə görə? Qrupa yeni daxil olan müəllimlər çoxdur. Bundan sonra da qrupa daxil olmaq istəyən müəllimlər olacaq. Təhsil haqqında qanunu, ümumi təhsil haqqında qanunu yenidən kim hansı hissəni, hansı fəsli öyrənməyibsə ona baxsın. Amma qrupa çoxlu sayda imtahanlarda istifadə olunan sual və cavablar, yəni müsahibə imtahanında istifadə olunan Yaxşı elədiniz bunu. Mən bu dəfə o terminlər öyrənmişdim. Adjunktura, nə bilim bunlar, onları öyrənmişdim. Bir də təhsil haqqında qanundan biraz oxumuşdum. İndi gələn dəfə təhsil də öyrənirəm inşallah. Bəli, bunları indi qrupa da məlumat göndərəcəm ki, nəyi təkrarlayın. Sənəd vermirəm. Strategiya sənədini istəyirəm özüm izah eləyim. Dövlət strategiyasını istəyirəm özüm izah eləyim. Amma qrupa çoxlu sayda müsahibə imtahanında istifadə olunan suallar və cavablar. Onları göndərəcəm ki, siz həm boş qalmış hissəni, sənədi təhsil haqqında, qanun təhsil haqqında tamamlayasınız, bir də ki, müsahibə sualları ilə tanış olasınız. Belə müəllimlər, qrupa qeydiyyat Bir dənə sual verə bilərəm sizə. Hə, olar. Samir müəllim. Bəli. Mən indi müsahibə qrupuna qoşulmuşam, yararlanıram, çox sağ olun. Amma ki, mən bir xəbərəm də, mən hansı hindidən nəsə sənəd verməliyəm ki, mən indi eşidirəm ki, müəllimləri qəbul ediblər sənədini, onlar müsahibə dəvət edəcəklər. Ya direktorluğa, ya məsəl üçün zavuşluğa. Mən nəsə sənəd verməliyəm, yoxsa elə bu proseduru bilmək istəyirəm. Bir də deyin. Mən müsahibəyə qoşulmuşam da, indi hazırlaşıram. Amma ki, mən prosedur necədir? Mən haçansa sənəd verməliyəm ki, mənim müsahibəyə çağırsınlar, yoxsa necə olacaq? Siz qeydiyyatdan keçməmişdiniz, müəllimə. Noyabr ayında sənəd qəbul olmuşdu. Qeydiyyatdan keçməmişdiniz? Xeyr. Onda siz bu müsahibədə iştirak edə bilməyəcəksiniz. Bu müəllimlər noyabrın ayının, oktyabrın 30-dan noyabrın 11-nə qədər sənəd qəbul oldu. Onların sənədlərində 3036 müəllim qeydiyyatdan keçmişdi. Onun 900 neçə nəfər isə sənədi qəbul olundu. Bu həmin müəllimlər 941 müəllim onların sənədləri qəbul olunub. Onlar hazırlaşır imtahana. Elnari müəllimə, siz onlar qəbul olub. Siz onda qaldınız növbəti imtahana. Buyurun. Ona vaxt onun üçün sənəd elan olunanda nədir? Mən o qruplarda paylaşacağam. Onda gəlib qeydiyyatdan keçərsiniz. Yəni o uzun sürər, yəni o aralıq çox olar, məsələn 1 ay, 2 ay yoxsa necə? Sənəd Onu deyə bilmərəm Elnari müəllim. Amma mən qabaqcadan imtahan tarixi haqqında deyə bilmərəm. Amma indi hazırlaşmağı yaxşı olar da mənim. Mən 2 ildə hazırlaşıram. Hə, indi hazırlaşmaq yaxşıdır ki, sonra təkrar edəcəksiniz, daha gözəl olacaq. Mən də bilsin, lap tez qoşulardım. Bəli. Bu birinci sənəd qəbulu nə zaman olmuşdu? Noyabr ayında? Oktyabrda. Oktyabrın 30-dan noyabrın 11-nə qədər. Müəllimə, o 3000 neçəsə dediniz ya, onun içindən 900 nəfərə qəbul gəlib də. Görəsən hansı əsaslarla qəbul gəlib ki, yəni 51 plus 51 bal 85% olan sertifikasiya miqdarı 85% keçməyənlər seçə bilirdi ki, ümumiyyətlə orada iştirak edə bilirdilər ki. Hə, iştirak edə bilirdilər. Elə müəllim var ki, 30 neçə bal toplanmışdı, qeydiyyatdan keçmişdi. Təbii ki, onun sənədləri qəbul olmadı. Bir də onlar qeydiyyatdan keçə bilmirdilər. Keçə bilirdilər. Niyə? 44 balından keçər. 44 ballı müəllim var, sənədləri qəbul olunub, çünki 500 minus seçibdi. 500 minus da seçmək olurdu bu noyabrın 11-nə qədər. Salamlaşın sizə. Hə, sağ olun Aytən müəllimə. Sağ olun. Müəllim qəbul olmuş. Mən ərizəmi qəbul edib. Kimin də sual olsa şəxsimə yazar da 055 379 21 27. Dərsimiz bitib. İndi əlavə suallar. Samir müəllim, bu ki direktorlarda zavuşluqda hər ikisinə o sənəd qəbulu qalmayıb da. Keçib hər ikisini. Müəllimə, sənəd qəbul olanda mən elan paylaşıram. İndi hələ ki sənəd qəbulu yoxdur. Müəllimlərin sənədləri təsdiq olunubdur. Yəni qrupa daxil olan müəllimlərin həm direktorlar, həm zavuşlarında. Həm direktorlar, həm zavuşlar. Müsahibə təxmini bu yanvar ayında olar sizcə? Müəllimə, bu gün ayın 19-udur. Vallahi inanmıram ola. Mən inanmıram yanvarın axırına ola. Fevral daha yaxşı olar. Fevral gözləyirəm.
Fevral gözləyirəm, yanvar inanmıram ola. Amrə müəllimə bir dənə də sual verim. Hə, Üzr buyurun. istəyirəm. Bu 940 nəfər keçibi, bu nə qədər direktor yeri boşdur ki, bu qədər götürüblər? O haqqda məlumat var? Müəllimə, Bakıda elə bir 50-dən çox məktəb var, tək Bakıda. 600 dedilər müəllim. Dedilər 600 yer olub. Respublika üzrə, hə, respublika üzrə. 940 nəfər keçibsə müəllimlər, indi o deməkdir ki, onların hamısı keçib. Müsahibədən yəni keçməyənlər də olacaq da. Olacaq, təbii ki, olacaq, əlbəttə ki, onlar elə olmalı. Müəllimə, müsahibədə burada biz müsabiqədə 3 yer seçmişik də. Məsələn, tutaq ki, mən müsahibədə belə deyim də yaxşı nəticə əldə elədim. Onda mən necə olacaq? O 3 yerdən hansını necə qəbul olacağam? Yəni birinci formaldır. Necə formaldır? Yəni siz müsahibəyə gedənə qədər, müsahibəyə nəticələri çıxana qədər, təyinat olana qədər o qədər məktəblər çıxacaq vakansiyaya. Yəni o sizə təkliflər olunacaq. O 3 məktəb elə məhz o 3 məktəbə təyinat olmayacaq ki, sizə təkliflər olunacaq, başqa təkliflər də olacaq. Sizə uyğun versiyanı nədir siz seçəcəksiniz. Məsələn, ola bilsin elə məktəb təklif eləsinlər uzaqda siz gedə bilmərsiniz. Siz özünüz də yaxın məktəb təklif edə bilərsiniz ki, bilirsiniz də artıq hansı məktəbdə vakansiya var. Məsələn, mən özüm müavin təyinatı alanda mənə uzaq yer təklif edirdi. Dedim, yox, mən uzaq istəmirəm. Çünki özümün müəllim kimi işlədiyim məktəb evimə yaxındır da. Yəni necə deyim, 34 saatlıq dərsim var idi. Mən uzağa getməyin mənası yox idi. Dedim, yox, yaxın yer verirsinizsə gedirəm, uzaq yerə getmirəm. Axırda yaxın yerə verdilər. Yaxın yerə təyinat verdilər. Yəni israrlı olmaq lazımdır da müəllimlər. onda biz seçdiyimiz yerə düşməmə ehtimalımız var da. Yəni müsahibədən keçsək də. Hə, var. Düşməmə ehtimalınız da var. Bir də ki, bir də müəllimə səhv eləmirəmsə, yəni imtahan verib ola bilər ki, direktor ki, mənə bir müddət fəaliyyət göstərə bilməzsən də ehtiyatda olan direktor kimi 2 il gedərsən. ehtiyatda qalırsınız. Bəzi regionlar 1 il ehtiyatda saxlayır, bəziləri 2 il. Yəni maksimum 2 il ehtiyatda qalırsınız. Belə müəllimlər, dərsimiz bitdi. Gecəniz xeyrə qalsın. Nə sualınız olsa şəxsimə yazarsınız. Hər birinizə uğurlar arzu edirəm. Qrupa yeni material, yeni göndərməyəcəm. Ancaq müsahibə, sual cavabları, çoxlu sayda cavablar göndərəcəm. Bir də xahiş edirəm ki, qrupa göndərdiyim materialları yığıb saxlamayın. Yəni yığıb saxlayandan sonra özünüzün artıq gücünüz qalmayacaq, oxuyasınız, həvəsdən düşəcəksiniz. Mən göndərdikcə oxuyun da müəllimlər. Məsələn, səhər həm də özünüz üçün mütləq bir dənə rejim tərtib edin. Məsələn, səhər yarım saat, günorta bir yarım saat, axşam bir saat, belə bölüşdürün. Hamısını oturub bir dəfəlik oxumağa çalışmayın. O mümkün deyil. Çünki məktəbdə dərsdə deyirsiniz, başqa ailə həyatınız var, işiniz, gücünüz var. Amma rejimlə eləsəniz çatdırmayacaqsınız. Rejimsiz olsanız çatdırmayacaqsınız. Samirə müəllimə, bu əmək məcəlləsinə, yəni bizim heç də özünüz bilirsiniz ki, mən sıravi müəlliməm də. O yəni mənə o əmək məcəlləsinin hamısından suallar düşə bilər. Siz əgər əmək məcəlləsini yaxşı bilsəz, özünüzə sıravi müəllim deməlisiniz müəllimə. Sıravi müəllim anlayışı yoxdur. Hə. Oldu müəllim. Yəni ki, yaxşı oldu, sağ olun. Sağ olun, gecəniz xeyrə qalsın. Sağ olun, gecəniz xeyrə. Xeyrə qarşı.